Xoş gördük Fərhad Bir bəy. daha salam Toğrul. Bu yaxınlarda mən sizin podkastda qonaq idim və düşündüm ki, orada deyilməmiş sözlərimiz yəqin ki var hər iki tərəfdən. Ona görə düşündüm ki, ikinci hissə eləsək çox maraqlı olar. Bu dəfə də siz qonaq qismində olsaz. Mən çalışacağam məni sizin barədə maraqlandıran sualları vereyim. Həmçinin bizim ən azı iki mövzuda fikirlərimiz həm üst-üstə düşür, həm bəzən ayrılır. Amma maraq sahəmiz olaraq iki əsas sahə var ki, biri iqtisadiyyat, biznesdir, biri də münasibət dinamikaları və yaxud feminizm barəsində fikirlərimizdir. Birinci işgüzar dünyadan başlamaq istəyirik, çünki hər ikimiz üçün məncə prioritetdə olan şey odur. Əlbəttə ki, kişi olaraq rolumuz ilk olaraq budur. Əsas işimiz pul qazanmaqdır. Mən uzun müddət Azərbaycanda biznes qurarkən Azərbaycanda biznesin spesifikasını görəndən sonra tərcih elədim ki, fəaliyyətimi xaricdə qurum. Yəni lap əvvəldən cavan yaşlarında və ona görə çox tez bir zamanda xaricdə şirkət necə açılır, necə qurulur, hesabatlar necə verilir, vergi qanunvericiliyi nədir, onları öyrəndim. Amma Azərbaycan reallığını o qədər yaxşı bilmirəm. Ancaq dostdan, tanışdan eşitdiyim şeylərə əsasən bilirəm adətən, çünki özüm ciddi bir problem yaşamamışam. Siz də fərqli böyük şirkətlərlə işləmisiniz bildiyimə görə, yəni audit formasında, məsləhət formasında və s. Ona görə mənə maraqlıdır ki, sizcə Azərbaycanın sahibkarlıq ekosistemində olan hal-hazırki vəziyyət necədir və xariclə müqayisə edəndə hansı əsas fərqlər var? Mən düşünürəm, sahibkarlıq ekosistemi həm formal, həm də qeyri-formalda iqtisadiyyatda biz bunu belə deyirik. Ya, formal institutlar vergi sistemidir, maliyyə sistemidir, hüquq bazasıdır filandır. Bu perspektiv var. Bir də qeyri-formal institutlar var, mədəniyyətdir prinsipçi olaraq. Milli mənəvi mədəniyyət hansı ki buna təsir edir. Əgər biz Azərbaycanın bütün tarixinə baxsaq, ibtidai icma quruluşundan başlayaraq Mannaya qədər və ta kolonializmə qədər Azərbaycanda həmişə çox yüksək sahibkarlıq ruhu olubdur. Və mən sahibkarlıq deyəndə o ingilis sözü var, entrepreneurship. Yəni o düzgün tərcümə olunmayıb da Azərbaycan dilində sahibkar kimidir. Amma entrepreneur türkçə girişimçidir, предприниматель ruslar deyirlər. O sahib olmaya da bilər. Onun sadəcə çoxlu enerjisi var və çox yaxşı ideyası var. Amma heç nə sahib deyil. Problemlər həll edir. Gedir kapitalistin yanına, ondan pul götürür və biznesi inkişaf etdirir. Yəni ki, bütün bu podkast çərçivəsində mən sahibkarı entrepreneur kimi qələmə verəcəm. Çünki başqa söz yoxdur. Lüğətimizdə təəssüflər olsun. Və kolonializmə qədər, hətta ərəb kolonializminə qədər belə Azərbaycanda sahibkarlıq ruhu yüksək idi. Həmişə alver, ticarət, tolerantlıq bu coğrafiyada öz üstünlüyünü göstərmişdi və tolerantlıq, azad ticarət əlaqələri olan bütün ölkələr, bütün tarix boyu uğur qazanıbdır. Bu ondan ibarətdir ki, fikir mübadiləsi var. Müxtəlif insanlar, müxtəlif irqlərdən, müxtəlif millətlərdən, müxtəlif din sahibləri fikir mübadiləsi eləyəndə ən yaxşısına gətirib çıxarırlar da. Son 50 ildə bütün korporativ münasibətlərdə diversity and inclusion dediyimizdə nə qədər diversity and inclusion var, çox şahinlik və inklüzivlik nə qədər çox varsa, orada o qədər də yaxşı nəticələr göstərilir. Çünki müxtəlif insanlar müxtəlif perspektivlərlə gəlir, danışırlar və bunun nəticəsində optimal qərar qəbul olunur. Xəzər xəqanlığını götürsək, 7-ci 10-cu əsrlər arasında dünyanın ən uğurlu iqtisadiyyatı olubdur. Ümumiyyətlə, Azərbaycan həmişə logistika marşrutlarının üzərində olduğuna görə burada bu tolerantlıq fəlsəfəsi və azad ticarət fəlsəfəsi çox vacib rol oynayıbdır. Ən böyük problemlərimiz kolonializmlə gəlibdir, xüsusən də Rus imperiyası işğal edəndən sonra və hətta Rus imperiyası da çox da pis deyildi. Yəni ki, biz onu nəzərə almalıyıq ki, Rus imperiyası dövründə belə bizim neft milyonçularımız çıxmışdı. Əslində Azərbaycan-Rus imperiyası üçün o qədər də maraqlı deyildi. O vaxta kimi ki, bizdə neft tapıldı. Sonra neft tapıldı. Bu maraqlıdır ki, Çar imkan verdi ki, özəl sektor gəlsin nefti işlətsin, amma cəmi 4 illik icarə verirdi neft torpaqlarına.
O 4 ilə icarə verdiyinə görə həddən çox böyük problemlər yaranmışdı o vaxtları ki, çünki 4 ilə gələn insan həddən artıq çox eksploatasiya edir, aləmi zibilir, çıxır gedir. Yəni uzun müddət. Sonra nə olurdu? Məsəl üçün bu sonra 20 il elədi. Orada çoxlu strayklar oldu. Yəni ki, biznesmenlər qalxdı şara qarşı, bunu 20 illik lizə yox. Və o zaman Nobellər gəldi, Rothschildlər gəldi, Tağıyevə verildi, Musanaq. O vaxt milyonərlər. Mənə əslində həmişə bu beynimdə sual kimi qalmışdı ki, o vaxt Çar Rusiyası idi də. Necə oldu ki, bu milyarderlər, milyonerlər əmələ gəldi və orada mülkiyyət hüququ tanınırmışmış kimi gəlirdi mənə. Maraqlı fakt oldu, açıqlığını bilmirdim. Yəni ki, siz təsəvvür edin, biz Britaniyanın koloniyası olsaydı, mən inanmıram ki, Britaniyalılar buna imkan verir. Onu gəlib soracaqdılar hamısını özləri və gedəcəkdilər də. Yəni bir tərəfdən biz Rus imperiyasına qədər də xoş olmaz, onlar öz qubernatorlarını qoyurdular falan, amma yenə də sahibkarlıq ruhunu yaşadırdılar və Çar qulaq asırdı. Fundamental problem də Rusiyanın çarların həmişə yeganə istəyi pul olubdu da. Yəni ki, bu tarix bu olubdu. Bizim də milyonçular onlara göndərirdilər də. Bu pulu rahat şəkildə bitirirdilər məsələn. Sonra kommunistlər gələndə əlbəttə ki, artıq bu Trotskinin ideyaları ki, sahibkarlıq olmaz, kapitalistlər eksploatasiya edir, bu marksizmin axmaqlığı nəticəsində bütün bu məhv olundu və 70 il ərzində Azərbaycanda sahibkarlıq ruhu yalnız Azərbaycanda deyil, hər yerdə boğuldu. Sovet məkanında. Sovet məkanında sahibkarlıq ruhu boğuldu. Hətta cinayətkar kimi təqdim olundu. Trotskinin kitablarında da onlara kulak deyirdi, amma əslində kulaklar orta sinif, həmin o girişimçilər də sahibkarlar idi. Onlar broker rolunu oynayırdılar. Kəndidən taxılardılar, yığırdılar, sonra qiyməti qalxanda satırdılar da bu tipli. Trotskinin fikrincə, ümumiyyətlə bütün kommunistlərin fikrincə orta sinif siyasi elitə üçün böyük təhlükədir. Çünki onlar sonra yığışıb pul yığıb onları növbəti inqilabla qova bilərlər. Ona görə kommunistlər adətən orta sinifin formalaşmasına narahat olur. Onlar varlığı oliqarxiyyat formasında birləşdirir, yəni kompartiyadır. Yalnız partiya üzvləri varlı ola bilər, başqa heç kim varlı ola bilməz ki, onda lazım olanda güllələyəcəksən, hər şeyini alacaqsan, əlinə buraxacaqsan. Və bu mindset əslində postkommunist ölkələrin hamısında özünü göstərir ki, orta sinif formalaşmasın, məhv olsun. Yalnız oliqarxiyyat olsun, 5-6 nəfərdə bütün pul olsun, lazım olanda onların başına vurursan, pul alınarsan, salırsan içəri ya da ölkədən qovursan. Bu Trotskidən gələn ideyalardır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra əlbəttə ki, bu Heydər Əliyevin bəlkə ən uzaq görənliyi məhz ondan ibarətdir ki, çünki azad bazara çox inanırdı, azad bazar iqtisadiyyatına çox inanırdı. Siz neçənci ildənsiniz? 88. 88. Mən 6 il sizdən bir balaca böyükəm və ona görə həmin o periodda 90-ların əvvəllərində misal üçün Azərbaycan böyük bir çörək çatışmamazlığı vardı. Niyə görə? Mənim o yadımdadır. Yadınızdadır. Növbələr, çünki bütün zavodlar dövlət planı üzərində işləyirdi. Konkret taxıl kimsə gətirməli idi. Yəni ki, belə baxın, dövlət monopoliyası da inhisari formalaşmışdı. Heydər Əliyev gəldi, dedi ki, açın. Kim istəyir gətirsin, kim istəyir çörək zavodu açsın, özəl sektora verin bunu. O zaman hər şey düzəldi. Yəni ki, bu arada tək çörək deyil idi. Orada heç nə tapmaq olmurdu. Yəni istər mebel, istər. Yəni heç nə istehsal olunmur, heç nə import olunmur. Heç nə əldə eləmək olmur. Bəli, və bunun sayəsində harda ki azad bazar iqtisadiyyatı formalaşmağa başlayıb, təmin ölkələr qabaq getdi və nə qədər çox azad bazar iqtisadiyyatı formalaşırdı, bir o qədər də qabaq gediblər. Kimdə ki bu plan iqtisadiyyatı, dövlətdən asılılığı, dövlət büdcəsindən asılılıq, resurslardan asılı qalıbsa, onlar daha az inkişaf ediblər. Yəni siz prinsip postsovet məkanında orta əmək haqqlarına baxsanız, ÜDM-in adam başına payına baxsanız, hardansa ölkələr ki daha çox adaptasiya edibdi azad bazar prinsiplərini və Sovet mentalitetindən, planlanmış iqtisadiyyatdan, Trotskinin bu qorxularından keçə bilibsə, onlar daha qabağa gediblər. Kim ki orada daha yaxın qalıbdı, onlar daha geridə qalıbdı. Və budur. Mən ona görə deyirəm ki, biz Azərbaycanlılar çox möhtəşəm potensiala maliki, tarix boyu nail olmuşuq. Sadəcə birincisi Sovet İttifaqı bizi geri salıbdı 70 il. Növbəti 30 ildə biz qurban modunda idik, çünki Qarabağımızı itirmişdik. Düşünürük ki, hansısa balaca bir Ermənistan güya da tək başına deyildi, əlbəttə, amma qurban modunda idi. Axır ki, 44 günü müharibə gəlib və bu bizim xalqımızın yenidən dirçəlməsi üçün əsas mindsetdir. Yəni ki, budur, düşüncə tərzidir. Bu dəyişməlidir beynimizdə ki, biz həmin öz köklərimizi, öz tariximizə qayıdaq və yenə sahibkarlıq ruhunu yaşadaq bu ərazidə. Bunun üçün özümüzün etdiyimiz şeylər lazımdır. Daha mərd olmalıyıq, daha cəsarətli olmalıyıq, daha çox girişimçi kafasında olmalıyıq. Yəni ki, biznesi başlamalıyıq. Amma eyni ilə paralelində formal institutlar, vergi çox asan olmalıdır, rahat olmalıdır. İnsanlar bu günləri
biznes açmırlar bir səbəbdən. Çünki anlamırlar bu vöyn nədir, mən onun sonra necə bəyan edəcəm, mən bunları necə formalaşdıracağam. Çünki bir application yoxdur. Rahat ki, mən pulum banka gəlsin, mən ödəyim bunu. Mən bu barədə misal üçün bizim fikirlərimizin biraz ayrıldığı nöqtələrdən biri budur. Mənə görə, yəni yenə də fərqli ölkələrlə müqayisə edirəm. Bizdə sahibkarlığın başlaması üçün əslində çox asandır. Yəni vöyn açmaq, şirkət açmaq, o şirkət üçün banka hesabı açmaq fərqli yerlərlə müqayisə edəndə daha asandır. Misal üçün mənə ən çox bildiyim hissə Amerika və Dubaydır, Ərəb Əmirliyidir. Ərəb Əmirliyində misal üçün birincisi tamam vergi yoxdur da, amma hər il lisenziya hesabı verməlisən, $20,000, $15,000 və s. və hər il bunu verməlisən. Vergi kimi bir şeydir əslində. Plus onun yanında gizli vergilər var. Ona görə sən balaca kapitalla nəsə biznes başlamaq istəyirsənsə, orada qapılar bağlıdır. Yəni sən ən az bir neçə 100.000 olmalıdır ki, sən biznes başlayasan. Həmçinin lisenziyanı alırsan, amma sonra banka hesabı aça bilmirsən aylarla. Sən sübut eləməlisən ki, sənin kapitalın var. Məsəl üçün sən əgər startupsansa, mən hələ kapital əldə eləməmişəm. Mən şirkət açmalıyam ki, sonra investorlara yatırım eləsin. Şirkəti açmışam, tamam. Bəs bu banka hesabı olmadan mən bu pulu necə əldə edəcəm? Ona görə pulu olmayan startupın və yaxud kapitalı az olan biznesi başlaması çox çətindir. Amerikada biraz fərqlidir durum. Şirkəti açmaq asandır, hətta o ölkəyə getmədən belə eləyə bilərsən, banka hesabı açmaq asandır. Xüsusən də startuplar üçün lap asandır. Yəni kliklə sən şirkət də açıb banka hesabı aça bilirsən. Yəni işçilərə kart belə istehsal edə bilirsən. Azərbaycan bunun ikisinin arasındadır hardasa mənə görə. Amma məsələ odur ki, siz deyirsiniz ki, tamam Sovet dağıldı, sonra dirçəliş oldu və sahibkarlıq başladı Azərbaycanda inkişaf eləməyə. Buna baxmayaraq sahibkarlar bir çox problemlərlə qarşılaşır və misal üçün mən o problemlərdən biri gördüyüm odur ki, ödənişlərin belə deyək, ədalətli rəqabətin olmaması. Yəni əgər qaydalar hamı üçün eyni qoyulursa, o qaydalar çərçivəsində rəqabət aparmaq olur. Amma orada istisnalar olanda ki, ümumi qaydalar budur, amma bu şirkətlər üçün qaydalar fərqlidir. Orada biraz sağ qalmaq və rəqabət eləmək çətinləşir. Həmçinin nə deyirlər ona, international, mən də hərdən sözləri tapa bilmirəm. Beynəlxalq köçürmələrlə ciddi problemlər var hər iki istiqamətdə. Yəni xüsusən də bizim bu innovativ biznes sahəsində müştərilərin 99% ölkə xaricində olur. Sən o ödənişləri qəbul edə bilmirsən, kartlarını qəbul edə bilmirsən və yaxud sən xaricdən işçi götürsənsə onu müqaviləsini bağlayıb maaşını göndərə bilmirsən və s. Bu kimi sizin müştərilərdə də deyək, öz təcrübəmizdə hansı çatışmayan və yaxud inkişaf edilə bilən hissələri var Azərbaycan sahibkar ekosisteminin? Baxın, adətən azad bazar iqtisadçıları deyir ki, biznesin inkişafı üçün ən vacib faktor qanun gücüdür. Ki, biznes bilməlidir ki, hər istənilən zamanda, əgər ona qarşı haqsızlıq olarsa, ədalətli məhkəməyə gedərək öz problemini həll edə bilər. İnkişaf etməkdə olan ölkələr üçün mən düşünürəm daha vacib olan bərabər yanaşmadır, nəinki qanun gücüdür. Yəni ki, bir çoxu korrupsiya və qanun gücü olmayan ölkələr bir xeyli qabağa gedibdir. Çini götürək, Cənubi Koreyanı götürək. Ya orada da Cənubi Koreyanın son 7 prezidenti korrupsiyaya görə, yəni ki, içəri basılıbdır da. Yəni, amma möhtəşəm bir iqtisadi dirçəlişə nail olublar, texnoloji qabağa gediblər, eyni ilə Çin. Lakin mən düşünürəm onları birləşdirən bir faktor var ki, onlarda oyun şərtləri hamı üçün bərabərdir. Yəni ki, heç kim prinsipi qınamır ki, bizim də misal üçün o inhisar periodumuz olubdur 15-ci ilə qədər, yəni hansısa 2005-dən 2015-ə qədər 10 il konkret insanlar nəyisə gətirə bilirdi, konkret bizneslər kiməsə bağlanıla bilirdi. Sən də gətirə bilirdin, amma sadəcə sənin üçün oyun şərtləri və maliyyə şərtləri tamamilə başqa idi. Bu problem törədir sahibkarlığın inkişafına, nəinki bütün misal üçün ədalətli məhkəmə sisteminin olmaması. Əgər ədalətli məhkəmə sistemi üçün
ədalətsiz məhkəmə sistemi üçün hamıya qarşı ədalətsizdirsə, eyni dərəcədə ədalətsizdir. Bu artıq bərabərlikdir də, yenə də okeydir. Məsələn, Rusiyada da, yəni ki, biz də bilirik, onlarda da gömrük sistemində problemlər vardı, vergi sistemlərində problem vardı Mishustin gələnə qədər. Amma bizdəki problemlər onlarda yoxdur. Onlarda gömrüyə gələndə bir taksa var idi, amma hamı üçün eyni idi. Fərq eləmirsən kimsən, hamı üçün eynidir, yoxdur. Putin uzaq görənliyi sırf iqtisadi perspektivdən odur. O həmişə iqtisadiyyatı, azad bazar iqtisadiyyatını çox yaxşı anlayırdı. Çox yaxşı iqtisadi komanda yığmışdı və onları çox qoruyurdu. Kudrinə, Byulina, Grefti falan. Yəni ki, onlar ömür boyu onun yanındadılar. Baxmayaraq ki, televiziyada ona qarşı şiddətli bir tənqid edə bilərdilər, yenə də onları yanında saxlayırdı. Baxmayaraq ki, bütün oliqarxlar onlara qarşı idi, onları yenə də qoruyub saxlayırdı. Çünki o azad bazar iqtisadi kapitalistik sistemin varlanmaq üçün ən ideal sistem olmasını anlayır. Həm ölkə olaraq, həm də ki, insanlar olaraq varlanmasını qəbul etmişdi bu perspektivdən. Azərbaycanda bu tranzaksional xərclər çox böyükdür. Yəni ki, sən biznes cost çox yüksəkdir. Pul köçürmək istəyirsən yüksəkdir, qəbul etmək istəyirsən həm faizlər yüksəkdir, həm də ki, çoxlu bariyerlər var. Bunu da anlamaq olar. Bu təkcə bizim tələblərimiz deyil, bu beynəlxalq anti-money laundering, pul yuyulmasına qarşı beynəlxalq tələblər var və keçən il və bu il səhv etmirəm bizim inspeksiya ilimizdir. Ona görə keçən il və bu il bir xeyli çətinliklər var. Məsəl üçün ev almaq istəyirsən, pul hardandır, filandır, pul apa göndərmək istəyirsən hardandır, gətirmək istəyirsən hardandır. Həddən artıq çox ona görə suallar yaranıb. Mən ümidvaram bir inspeksiya dövrü bitəndən sonra bəlkə yumşalarlar. Amma bu sırf Azərbaycanın tələbi deyil. Beynəlxalq anti-money laundering tələbidir. Onun üzərindən gedir. Azərbaycanda sahibkarlığın inkişafının, mən düşünürəm, bir nömrəli. Sahibkarlıq deyəndə var large enterprises, yəni onların heç bir problem yoxdur. Bütün dünyada adətən iqtisadiyyatın 70%-ni small and medium business, orta və kiçik sahibki KOB-lar, kiçik və orta bizneslər təşkil edir. Azərbaycanda isə ən balaca rol onlardadır. Eynən. Və onların bir neçə dənə fundamental problemi var. Birinci problemi odur ki, onlara kredit ayrılmır, pul yoxdur. Pul vermirlər, pul var amma vermirlər onlara. Azərbaycanda 10 milyonluq kredit almaq 100 minlik kredit almaqdan daha asandır. Çünki 10 milyonluq kredit o böyük təşkilatlara verilir, onların due diligence-i var, nisbətən sistemi var, hər şey oturuşubdur, daha az risklidir. Əsətləri var. Yəni odur. Amma sən gəlib 100 minlik bir balaca kənd təsərrüfatın üçün kredit götürmək istəsən, 200 minlik bir girov qoymalısan, zaminli gətirməlisən, faizlər en qədər olacaqdır. Sən deyirsən ki, mənim 200 minlik zaminim olsaydı, sizin inirdim də, onsuzdur. Rəsmi rejection rate, yəni imtina faizi 20%-dir, səhv etmirəmsə, o kiçik orta biznes üçün. Bu hələ ki rəsmi müraciət edənlərdir. Nə qədər ki ümumiyyətlə məncə çox adam ala bilməyəcəyini bilərək heç müraciət edəmir. Misal üçün mən o siyahıdayam. Və bu səbəbdən bizdə qeyri-formal institutlar çox yaxşı işləmək məcburiyyətindədir. Hamısı dost tanışdan pul yığır. Yəni ki, gedirlər öz aralarında danışırlar. Bu risklər törədir, kölgə iqtisadiyyatını çoxaldır, normal bank maliyyə sistemi formalaşmasına imkan vermir və s. və s. Onda hər bir sistemin öz problemi var. Yəni ki, heç biri ideal bir həlli gətirmir. Rahat olardı ki, insan getsin bankda eləsin, biz də depozitlərimizi orada toplayaq, bank bu riskləri idarə etsin. Nə ki, biz özümüz bu riskləri idarə edirik, öz boynumuza götürürük ki, hansı ki, bir biznesə pul verək, verməyək. Bir bu problemdir. Maliyyə var, amma vermirlər. Bu vacifat, yəni pul var. Yəni ki, Mərkəzi Bank bir neçə ay bundan öncə açıqlamışdı. 8 milyardlıq likvidlik var banklarda. Amma vermirlər. Bir tərəfdən Mərkəzi Bank həddindən artıq istehlak kreditlərdən narahatdır. Orada bəddə çoxalır. Çünki banklar ki, böyük şirkətlər var, o böyük şirkətlərdə bir-iki dənə böyük bankdan işləyirlər. Digər bankların o qədər pulu yoxdur. Məsəl üçün 30-100 milyon falan yeni bir zavodun tikintisi yoxdur o qədər pullar. Balaca bizneslər vermirlər, qorxurlar və belə də ortalıqda qalıb neynəsinlər, gəl hamını kreditləşdir. Mən sizinlə razıyam ki, kapitalın əlçatan olmaması əsas səbəblərdən biridir ki, kiçik və orta sahibkarlar inkişaf eləmir. Və siz deyirsiniz ki, pul var amma vermirlər. Əslində verirlər də, amma o şərtlərlə verirlər ki, ya o şərtləri yerinə yetirə bilmirsən, yəni ki, mülkiyyəti qoymalısan, girov, zamin tapmalısan və s. Və yaxud faiz dərəcəsi olaraq elə bir faiz dərəcələri verirlər ki, ən uğurlu biznes belə o faizləri qazansa belə böyük şeydir.
Yəni o tutaq ki, illik 30% qazanırsa, onun 20%-ni verərək 10% üçün o əziyyətinə dəymir. Çox adam ora görə girmir. İkincisi də mən məhz kredit sisteminin və bank sisteminin qurulmağının sahibkarlığı rolunu bu tarixi belə deyək, məzmununu araşdıranda görmüşəm ki, əslində əvvəllər, yəni bu quldarlıq zamanlarında da sahibkarlar var idi, girişimcilər var idi də. Xüsusən də bu yəhudilərin ənənəvi sənəti idi. Hansı ki, ticarət, sələminə pul vermək və s. kimi. Və qurulmuş qaydalar bundan ibarət idi ki, sən bir pul götürürsən bir iş üçün və onu qaytara bilməyəndə sənin malın mülkün alınır əlindən güc hesabına. O da yoxdursa qul kimi satılırsan. Yəni bu cür katastrofik nəticələrlə nəticələnirdi pulun batması və sonra bu hüquqi şirkət, hüquqi məhfum yarandı ki, artıq bir hamımız buna inanaq ki, bu MMC məhdud məsuliyyətli cəmiyyət var və bunun məsuliyyəti məhduddur. Bir adamın enerjisi var, taxıl yetişdirmək istəyir və yaxud nəsə düzəltmək istəyir. Biz bank riski götürək, o onu eləsin, bizə də faizimizi verər, amma risk yenə də biz tərəfimizdədir. Biz öz riskimizi necə azaldacağıq, onu sığorta ilə və s. ilə özümüz həll edirik. Və ona görə də sahibkarlıq artmağa başladı ki, artıq kimsə cəsarəti varsa başladı eləməyə. Amma sən indi Azərbaycanda tutaq ki, biznes başlansa, kapitalın yoxdursa, sənin yəni ən rahat kredit ala biləcəyin yol odur ki, evi zamin qoyasan. Mən də məsələn cavan yaşlarında bu şərtləri görəndə orada məntiq görmədim. Yəni nə mənada? Mənim bir neçə evim var idi. Fikirləşirdim ki, mən indi evi zamin qoysam, ildə 15%, 20% faiz verəcəm və evin dəyərləndirilməsi real dəyərindən aşağı dəyərləndirilir. Yəni tutaq ki, 200 minlik evdir, bu olacaq 150 min. 150 minə də 20% verməliyəm illərlə. Verə bilməsəm də evi əlimdən alıb 150-dən də aşağı qiymətə auksionda satılıb öz borclarını bağlayacaqlar. Mənə heç nə çatmayacaq. Mən 100 min manat üçün 200 min manatlıq bir əsəti itirmiş oluram. Mən götürürdüm o evi, satırdım, elə nəqd pulu götürüb yatırırdım. Yəni onsuz da bu riski götürürəmsə, bunun fərqindəyəmsə, əlimdə ondansa 2 dəfə çox kapital olsun, nəinki mən bu kredit sisteminin içinə girim. Amma təəssüf hamı belə düşünmür. Fikirləşir ki, evi itirsəm necə olacaq, kirayə qalmaq istəmirəm və s. Və zamin qoyub sonra da bu psixoloji faciəni yaşayırlar. Sizcə Azərbaycanda bu dünyada biz qəbul olunmuş bank praktikalarının tətbiq olunması üçün nə çatmır? Mən düşünürəm ilk öncə hər iki tərəfdə problem var. Həm bank sektorunda mərkəzi bank həddindən artıq çox mühafizəkardır. Amma biznesin özündə də bir problem var. Mənə bu yaxınlarda bir podkastım çıxacaq, bir iqtisadçı ilə Qənirə xanım. O Azərbaycanda sahibkarlığı araşdırıb və müqayisə edibdi. Fundamental sahibkarlıqda ən böyük problemi business literacy, yəni ki, biznes savadlığının çatmamasını gətirib çıxardı və ki, o maraqlı statistikadır. Bizə sahibkarlığın inkişaf fondu var, hansı ki, ucuz kreditlər verir dövlət proqramı ilə. Lakin orta və kiçik biznesin yalnız 17%-i bilir ümumiyyətlə sahibkarlığın inkişafı fondu var. Yəni çox yaxşı da işləyirlər bu arada. Yəni mən o barədə yaxşı pozitiv şeylər. İnsanlar ümumiyyətlə bilmir pulu necə qaldırmaq olar bu ölkədə. Hardan qaldırmaq olar? Yəni ki, hansı alətlər? Alətlər onsuz minimaldır da bizdə. Yəni ki, Bakı Fond birjası var, amma adı var da. Amma o işləmir də, yəni pul yatıran yoxdur. Hə, pul yatıran yoxdur. İnsanlar mülklərə yatırır pulu, ev. Və bu təkcə Azərbaycan deyil, bütün inkişaf etməkdə olan ölkələrdə harda ki rule of law dediyimizdə qanun gücü yoxdur. İnsanlar adətən evə yatırır. Çünki ən azından hətta bu ölkələrdə belə yeganə qorunan mülk sənin şəxsi mənzilindir də, nisbətən. Nisbətən, o da 100% deyirlər. Yəni ki, sabah park zadı yol salmasalar yaxşıdır da oradan. Təsadüfən şey olmasa, pajar olmasa, yəni yanğın çıxmasa. Fundamentdə problem odur ki, pul olan insanlar da ya balış altında saxlayır, ya da ki gedir ev alır. Mən belə baxanda, yəni ki, indi də mən reallıqlara baxırdım. İndi Azərbaycanda evlərin qiyməti uçubdur da, Bakıda ən azından uçubdur. Yəni ki, kripto kimi uçmayıbdır, ya da ki, hansısa blue chip company kimi uçmayıbdır. Amma yenə də indi Bakının mərkəzində 4000-4500-dən aşağı ev almaq olmur. Kimsə bunu 10-15 il bundan əvvəl eləyibsə, o da bilsin ki, sevinir.
eynisini Nvidia eləsəydi daha çox sevinəcəkdi, Bitcoin eləsəydi daha çox sevinəcəkdi əlbəttə ki. Amma yenə də nəsə. Yəni ki, Azərbaycanda mövcud olan investisiya, düşüncə tərzi, maliyyə savadlığı, iqtisadi savadlıq çərçivəsində insanlar özünü qoruya biliblər inflyasiyaya qarşı nisbətən. O vaxta kimi ki, əgər bizdə də ABŞ-dəki 2008-ci il böhranı gəlməsə və bütün bunlar çökməsə, mən nə bilim də 2015-ci ilin qiymətləri. Ona oxşar oldu da devalvasiya olanda, yəni dollar koeffisiyentində evlərin hamısının, evlərin, maşınların qiymətləri düşdü. Ona görə insanlara daha çox investisiya yönümlü biliklər vermək lazımdır ki, onlar bilsinlər. Bu bir tərəfidir. İnsanlar hətta Azərbaycanda mövcud olan maliyyələşmə imkanlarından xəbərləri yoxdur. Getmirlər. Amma o dediyiniz fond misal üçün artıq aktiv olan, inkişaf edən bizneslərə kredit verir və yenə də orada da girov falan məsələləri aktivdir. Ona görə o aydındır, tamam var da, amma təzə başlamaq istəyən adam biznes ferma açmaq istəyir misal üçün, kapitalı yoxdur, amma çobandır da, ferma işini yaxşı bilir. Bu adam o kapitalı hardan necə tapsın? Heç cür. Yəni ki, ferma açmaq istəyirsənsə, gəl hazırsın olasan, Veysəloğlu olasan. Yəni ki, bəs nə baş verməlidir ki, bizim iqtisadiyyatdakı banklar bu tip kreditlərin verilməyində özlərini daha arxayın hiss eləsinlər və yaxud risklərini necəsə azaltsınlar ki, bu boom yaşansın? Risk apetitini qaldırmaqla, iştahasını qaldırmaq lazımdır. Yəni ki, Amerika niyə görə startaplar üçün ən ideal bir ölkədir? Çünki risk iştahası həddən artıq çoxdur. Amerikada rahat sənə 50 milyon pul verərlər, 99% uğursuzluq əmsalı ilə də rahat verir. Dünyanın heç bir yerində bunu edə bilməzsən. Amma onlar da düşünürlər ki, onlar necəsə diversifikasiya edirlər də. 100 dənə şirkət 50 milyondan yatırırlar. Biri olur ki, mənə 100 milyardlıq şirkət və qalan hamısını qapadır da bütün problemləri. Avropada ona görə innovasiya və startap inkişaf etmir ki, onlarda risk kapitalı yoxdur. Bizdə də mən düşünürəm bir balaca bu risk götürmə qabiliyyətini qaldırmaq lazımdır banklarda, amma bu da öz-özlüyündə gəlməyəcək. Çünki bizim Azərbaycanın cəmiyyəti etibarsızlıq üzərində qurulubdur. Heç kimi etibar etmir. Hamı bir-birini aldatmağa çalışır. Bütün səviyyələrdə. Ailədə uşaqlar valideynlərini aldadır, qadın, kişi bir-birlərini aldadır, məmurla vətəndaş bir-birinə etibar etmir. Nə vətəndaş polisə, nə polis vətəndaşa etibar eləmir. Yəni ki, və bu məqsəd qoyuluşudur da, bu böyük bir fəlsəfə olmalıdır. Yəni ki, qərbdə biz onu görürük ki, etibar üzərində qurulubdur. Yəni sən ola bilsin ki, nəyisə hansısa bir ehtimalla vergidən qaça bilərsən. Amma bilirsən ki, sən tutulsan, yəni ki, ömrün getən adam öldürə bilərsən, Amerikada çıxa bilərsən, amma vergini ödəməzsən, tutulsan, yəni ki, vay halıva da. Eyni şey də odur. Mən həmişə bu müqayisəni gətirəm. Dubaya daxil olan konteynerlərin yalnız 1% rengendən keçir. Azərbaycan 99% rengendən keçir. Bunun geosiyasi strateji problemləri var. Əlbəttə ki, birdən kimsə Rusiyadan silah saldı bura, kimsə qaldırdı elədi. Bu var. Çünki bizim yenə də qonşulara etibar yoxdur. Həmçinin də sahibkarlara etibar yoxdur da. Paralelində bu da gedir. Yəni ki, sahibkarlar da gömrüyə inanmır. Düşünür ki, həddindən artıq çox rüsumlar çoxdur. Mən variant yoxdur, necəsə gətirməliyəm. Çünki bilirsiniz, vergi sistemi necə? Niyə görə Almaniyada yüksək vergi var, Norveçdə yüksək vergi var, hamı da normal şəkildə ödəyir. Çünki onlar hiss edirlər ki, bunun müqabilində yaxşı xidmətlər ala bilirlər. Azərbaycanda problem orasındadır ki, bizim büdcəmizin böyük hissəsi hərbiyə gedir. Sərhədlərimizi qorumaya gedir. Təhsilə getmir, səhiyyəyə getmir. Orada gedir, amma 8 milyard dollarlıq hərbi büdcəmiz var da, milyard manatlıq hərbi büdcəmiz var. Bunu insanlar görmürlər, o zavodlar, o amma hərbi büdcə hər yerdə çox olur da. Yəni məncə Avropada ümumiyyətlə yoxdur. Hərbi büdcə indənə kimi yoxdur, çünki ABŞ qapadırdı da NATO-nun 75% büdcəsini. Avropa ona görə qabağa gedirdi, Yaponiya ona görə qabağa gedirdi, Cənubi Koreya ona görə qabağa. Onun gözü görsənməyən qiyməti də var da. Yəni İndi görürük. İndi onlar bunun qiymətini ödəyəcəklər. Bəli, ödəyəcəklər. Trump indi məcbur eləyir ki, mən çıxdım. Çünki çox yaxşı bir Jack Ma Trumpa çox yaxşı bir feedback verdi də, geri dönüş etdi. Trump yığmışdı Çin biznesmenlərini, başlayırdı onları döşəməyə ki, xeyir olasınız bütün bizdən iş yerlərini qaçırmısınız Çinə, orada istehsalat sahələrini qurmusunuz. Jack Ma da ona deyir ki, cənab Trump, son 20 ildə siz başqa ölkələrdə müharibələrə 14 trilyon dollar xərcləmisiniz. Olmazdımı ki, öz daxilinizdə xərcləyəsiniz onu? 2008-ci ilin böhranı sizin Wall Street-dən 18 trilyon dollarınızı sildi. Çünki siz həddindən böyük bir fokus vermişdiniz, maliyyə problemlərini şişirmişdiniz bütün dünyanın bazarını.
olmazmı ki Wall Street-i daha yaxşı idarə edərdiniz və 18 Amma o trilyon puldan da əlavə artıq orada mentalitet və mədəniyyət o deyil də. Yəni onların yəni nəyə görə immiqrant onların siyasəti, polisisi var. Ona görə ki, yerli cəmaət işləmək istəmir. Yəni Çinlilər kimi zəhmətkeş işləyən deyil. Ona görə immiqrantlar gəlir, həmin o Amerikalıların işləmək istəmədiyi işləri yerinə yetirir. Həm daha ucuz, həm də ən azından onu eləyirlər. Yəni ora pul nə qədər tökürsən tök, Amerikalı özü o az qiymətə işləməyəcək. Yəni bu avtomobil bazarında indi biz nə görürük? Yəni Çin maşınlarının ucuz olmağının səbəbi tək o deyil ki, bunlar keyfiyyətsizdir deyə. Birincisi keyfiyyətsiz deyil, daha keyfiyyətlidir. Ucuz olmağı ABŞ istehsal avtomobilləri. Onunla müqayisə. Hətta Avropa ilə də, yəni sadəcə elə Toyota-da, BMW, nə bilim, Mercedes hamısı zavodları, Volkswagen hamısı var da Çində. Yəni eyni xam maldır, eyni əməkdir, eyni avadanlıqdır, hər şey eynidir. Siz də, mən də Çin maşınlarının pərəstişkarıyıq. Mən Dubayda Avatar, burada Dipal çox əla super maşındır, yarı 1/3 qiymətinə deyərdim hətta. Yəni orada kostun ən böyük hissəsi işçi qüvvəsidir ki, orada çox yaxşı mütəxəssislər var və çox az pula işləyir. Sən o Amerika nə qədər pul yatırsın o ekosistemə, nə bilim, infrastruktura, yenə də rəqabət apara bilməyəcək. Sadəcə insanların zəhmətkeş olub olmamasına görə məncə. Amma şeyə qayıtmaq istəyirdim. Siz deyirsiniz ki, yəni Azərbaycanda bank sisteminin daha cəsarətli olması üçün risk iştahının artması lazımdır. Risk iştahının artması üçün bir-birimizə etibar etməyi öyrənməliyik. Yəni sonda fundament odur. Elədir. Hər bir şeyin fundamenti etibardır. Elədir. Amma mənə görə bir şeyin, yəni artıq stabilləşmiş, özünü tutmuş bir şeyin dəyişməsi üçün mütləq ki bir dağıntı olmalıdır. Destruktiv bir şey baş verməlidir. Nəyi nəzərdə tuturam? Məsələn, hal-hazırda, yəni xaricdə deyirsə risk götürmək apetiti çoxdur. Məsəl üçün venture fondlar var, hansı ki high risk investmentlərlə məşğul olur. Onların uğurlu olanlarının illik gəliri 30%-ə yaxındır. Ən uğurlulardan söhbət gedir. Yəni bu top 5%-dir, qalan 95%-də uğursuzluq pul itirir ancaq. Yəni onlar illik 30%-ə çata bilmək üçün çox böyük risklər götürürlər. Bizim banklar əgər risksiz 20, 25, 30% gəlir əldə edə bilirsə, bu risk iştahını niyə qaldırsın ki? Yəni qaldırıb neçə 80% götürəcək. Yəni hara qədər bunun limiti var? Mən iqtisadçı olaraq dövlətçilik düşünürəm, nəinki bankın maraqlarını. Əgər bankın maraqlarını güdsək, onlar çox rahat şəkildə bütün əhalini kreditlərə, borclarla boğarlar, yəni ki də və bundan yaxşı pullar qazanırlar. Zaten elə deyilmi? Banklar heç vaxt dövlətçilik düşüncəsində getmirlər də. Biz iqtisadçılar dövlətçilik düşüncəsində düşünməliyik. Mənim üçün ən vacibi Azərbaycanda ümumdaxili məhsulun artmasıdır da, belə sadə desək. Yəni rifaha nail olmaq üçün budur. Orta statistik Azərbaycanlı daha çox məhsul və xidmət istehsal etsə bilsin və yalnız daxilə yox, xaricə də sata bilsin. Məqsəd ondan ibarətdir. Və bunu sən 5 dənə böyük holdinglə eləyə bilməyəcəksən. Sən bunu gərək small and medium, biz dedik kobları bir xeyli inkişaf etdirəsən. Bizim Azərbaycanın iqtisadiyyatının yarısı indi sadəcə neft qaz ixracıdır. Qalan 20% böyük holdinglərdir. Digər hissəsi Azərbaycanda rəsmi əmək müqavilələrinin 78% ya dövlətlə ya dövlət şirkətləri iləndir. Yəni siz 12% böyük holdinglərləndir və yerdə qalan 10% qalan insanlar, yəni real olaraq bazar iqtisadiyyat 10% insanlarla işləyir də. Yəni biləsiniz də Azərbaycanda fundamental problem budur. Mən azad bazar iqtisadçısı kimi bunu fragile, çox zərif olduğunu düşünürəm. Yəni ki bu neftimiz ilkin hesablamalara görə indiki əgər yeni bir kəşf olmasa 32-ci ilə qədərdir. 32-ci ildən sonra bitəcəkdir. Nə edəcək? Ondan sonra qeyri-neft ixracımız böyük hissəsi belə baxanda sokar polimerdir, sokar karbamiddir. O da neftə bağlıdır. Yerdə qalan pomidor, xiyardır, badımcandır, xurmadır. O da çox cüzidir də. Sabah Rusiya ilə də bir problem olsa, o ilə nə edəcək ümumiyyətlə bilmirəm. Ona görə biz neft, yəni bunu klassik hər zaman eşidilir. İqtisadiyyatımız diversifikasiya olmalıdır. Amma heç kim deməyibdi hara və necə. Hara və necə sualına hələ indənə kimi açıqdır, 30 illə açıqdır. Mənim fikrimcə hara və necəni heç demək də lazım deyil. Sadəcə insanlara açıq imkanlar vermək lazımdır. Özləri bu sualın cavabını tapsınlar. Sadə vergi sistemi,
maliyyələşmə, Şəffaf həm də. şəffaf. Mən heç demirəm aşağı vergilər olsun da. Yəni ki, heç olmasa şəffaf, açıq, aydın, asan application-ın avtomatik məndən silinsin. Və hamı üçün də eyni qaydalar. Hamı üçün eyni qaydada olsun ki, insanlar bilsinlər ki, budur. Hamımız eyni qayda ilə oynayırıq, rəqabət hamı üçün bərabərdir və bu şərtlərdən irəli gedir. Bu laissez-faire kapitalizm deyirik də, yəni imkan verir insanlar özləri nə istəyirlər eləsinlər və bunun nəticəsində bəlkə biz indi heç düşünmədiyimiz yeni bir sektor yaranacaqdı. İndən heç xəbərimiz də yoxdur ondan ki, Azərbaycanda bu ola bilərdi, misal üçün. O inkişaf edəcəkdi. Biz necə fokuslamışıq turizm, 2015-ci ilə qədər deyildi ki, luxury turizm, yəni lüks turistlər gəlsinlər. Əbülfəz Qarayevin arzusu idi ki, ona görə Azərbaycana büdcə aviaşirkətləri buraxılmırdı, üç ulduzlu otellər tikilmirdi, hostellərə icazə verilmirdi. Çünki insanın bir ideyası vardı ki, yalnız bahalı turistlər gəlsin, biz Dubay olacağıq. Amma 2015-ci il gəldi, devalvasiya baş verdi və biz gördük ki, prinsip ki, ərəblərdən orta sinif çox yaxşı da gələ bilir. Hindistandan çox yaxşı da orta sinif gələ bilir. Niyə görə? Çünki buraxdıq bazarı. Yəni ki, pul yox idi 2015-ci ildən sonra dövlət öz təzyiqini azaltdı, öz ideyalarını yürütməyə də hansısa bir məmur. Və azad bazar işləməyə başladı. Hostellər açılmağa başladı, daha ucuz otellər açılmağa başladı, turlar təşkil olundu və insanlar gəldi. Və belə imkanlar Azərbaycanda sonsuz qədər ola bilər. Razı. Əgər biz bunu açıb buraxsaq ki, işləsin azad bazar. Məncə bura qədər bunun açılıb buraxmamağının səbəbi əsas səbəbi siyasi stabilliyin o qədər olmaması idi, hansı ki müxtəlif faktorlardan dolayı. Amma mən özüm necə görürəm, mən düzdür siyasi mövzulara çox girməyi sevmirəm və çox da yaxşı başım çıxmır deyim. Amma öz müşahidələrim adi vətəndaş kimi gördüyüm o idi ki, mən yəni böyüdüyüm müddətdə çox bitərəf və laqeyd münasibətim var idi ki, yəni ruslar deyir, "Maya xatıskrayo", yəni mənə maraqlı deyil nə baş verir. Amma sonrakı özümdə olan dəyişiklikləri görəndə görürəm ki, xüsusən də bu müharibədən sonrakı dövrdə hər şey çox radikal və sürətli şəkildə pozitivə doğru dəyişdi. Yəni nə mənada həm insanlar ölkədə stabilliyin və sakitçiliyin olduğunun fərqinə vardı ki, həm pandemiya vaxtı olan dünyadakı xaosun bizdəki fərqi, həm iqtisadi xaosun bizdəki fərqi, həm də o gücün olduğunun fərqinə varmaq və siz deyən kimi qurban psixologiyasına qalib xalqa çevrilməklə artıq siyasi risklər minimumdur məncə. Yəni əhalinin, həmçinin orta sinifin böyük hissəsi artıq ümumi qəbul olunmuş siyasi istiqamətin dəstəkçisidir. İçi biz daxil. Və əvvəllər bu orta kiçik sahibkarların tam azad buraxılmamağı səbəbindən biri o risklərdən ola bilər ki, ilkin diviz risklər, hansı ki, orta sinif əgər güclənsə, varlansa, bir risk faktoruna çevrilir. İndi mənə görə artıq o risk yoxdursa, sizcə başqa nə baş verməlidir ki, sahibkarlıq tam azadlıq əldə eləsin və qaydalar təyin olunsun, şəffaf və bərabər olsun? Mən də siyasətçi deyiləm, iqtisadçıyam. Mən də hansısa məqamda bəlkə bir il bundan öncə düşünürdüm ki, biz siyasi risklərimizi idarə edib bitirmişik artıq. Rusiya ilə strateji əməkdaşlıq müqaviləmiz vardı. Türkiyə ilə strateji əməkdaşlıq həm hərbi, həm də iqtisadi. Çinlə strateji əməkdaşlıq müqaviləsi imzaladıq, Pakistanla imzaladıq. Bir dənə İran qalmışdı. Baxın da Azərbaycan coğrafiyasına fikir versəz, yuxarıdan imperiyadır Rusiya, qərbdən imperiyadır Türkiyə, cənubdan imperiyadır İrandır da, farslardır. Və onların hər biri düşünür ki, Azərbaycan onun tərkib hissəsi olmalıdır. Ya da hansısa bir periodda ya da tabe olmalıdır. Hə, ya da tabe olmalıdır. Bir tərəfdən də bizə cırtdan Ermənistan var, hansı ki düşünür ki, bütün bu imperiyalar böyük Ermənistan imperiyasının tərkib hissəsi olmalıdır da. Belə bir qonşuluqda yaşayırdı və Gürcüstanda o da bizim xoşbəxtliyin, uğurumuzun quyruğundan tutub da, yəni bizim neftimizdən zaten biraz qazanır da. Yəni ki, ətrafımız çox çətindir. Mən hansı məqamda düşünürdüm ki, bu müqavilələri imzaladıq, sakitləşdi vəziyyət. Amma indi görürsünüz Rusiya ilə vəziyyət necədir. Hələ ki, bilinmir, hələ ki, nə olacaqdır. Trump route gəldi də, Zəngəzur koridoru oldu Trump yolu. İran buna nə cavab verəcəkdi, mən bilmirəm. Hazır gərginlik var.
Çin buna nə cavab verir? Çinə müstəqil marşrut lazımdır ki, Amerikanın əli çatmayan bir marşrut lazımdır olsun. Çünki şimaldan Rusiya, Amerika tam nəzarət edir. Rusiya həmişə Amerikanın dediyini edib durur. İrandan sanksiya var, Rusiyadan sanksiya var. Orta koridor qalmışdı ki, nisbətən müstəqil idi. İndi Amerika gəldi, yenə də bura qayıtdı. Yəni, Gürcüstan üzərindən rahat idi. Yəni, heç olmasa o qalır, nisbətən müstəqil. Trump Rut da gəldi. İndiyə ki, sabah Trump deyəcək ki, oradan şimallara getməsin. Yəni ki, bu Zəngəzur koridorundan nə yox deyəcək, kimsə yox deyəcək buna. Yox, amma məncə o müqavilənin əsaslarında elə bir kontrol mexanizmi məncə verilmir Amerikaya, mən bildiyimə görə. Ya Amerika nəsə verilməmə növbəti 25 ildə hələ ki perspektivsizdir. Yəni ki, dünyanın ən varlı ölkəsidir və ən güclü ölkəsidir. Yəni ki, hamı Amerika ilə hesablaşmalı olacaqdır. Ona görə dedim ki, mən düşünürdüm ki, bitibdir bu məsələ, amma dediyim kimi bütün bu indi baş verənlər, son 1-2 ayda baş verənlər geosiyasi riskləri hələ ki yüksək olduğunu mənə göstərir. Məncə ən doğru zamanı seçmək o qədər real görsənmir. Yəni problemlər həmişə olacaq, risklər həmişə olacaq. Məsələ odur ki, uzun müddətli perspektivdə məqsədlər nədir və keçmişlə müqayisədə əgər daha münbit şərait varsa, bu addımı artıq atmaq lazımdır. Çünki dünyadan çox geri qalırıq. Məsələn, mən əvvəllər Azərbaycan iqtisadiyyatda dünyada neçənci yerdədir və yaxud reputasiyası nə qədərdir, həqiqətən də o qədər maraqlı deyil idi. Amma indi xüsusən də o müharibədən sonra bu milli nə deyilir ona? Identity, tərcümə edə bilməm, şəxs identiklik, özünü anlama deyək, gəldi və ondan sonra mən biraz özümü yenə də əzilmiş hiss eləyirəm fərqli səbəblərə görə ki, niyə bizdə hər şeyin ən yaxşısı, ən böyüyü, ən güclüsü yoxdur bu biznes sahəsində və öz tərəfimdən də nəsə eləmək istəyəndə həmin o klassik maneələri görürəm ki, istər vergi sistemidir, istər məhkəmə sistemidir, istər qaydaların hamı üçün bərabər olmamasıdır və s. və axır. Ona görə hələ gözləmə mövqeyindəyim ki, nə vaxt bu şeylər düzələcək ki, biz də gəlib canımızı qoyaq, bir şeylər yaradaq və eksport edək və s. Mən sizə eşitdim, çox sağ olun. Başqa sizin indi bu hal-hazırki fəaliyyətiniz birdən-birə canlandı. Yəni əslində mən də belə gözlənilmədən girdim sosial mediaya, sizdə və fərqli hal-hazırda sosial mediada personajlar var. Və yuxarı aşağı dediyimiz şeylər oxşardır, eynidir, bəzi yerlərdə fərqlənir. Kənardan belə görsənir ki, biz öz aramızda danışmışıq. Amma əslində hamımız bura fərqli səbəblərə və şəxsi təcrübədən dolayı durub gəlmişik və necəsə olub vaxtlar üst-üstə düşüb. Sizcə nəyə görə son zamanlar bizim mediada danışdığımız mövzular, istəyir iqtisadiyyat və biznes mövzuları olsun, istəyir şəxsi münasibət mövzuları olsun, birdən-birə aktuallaşdı və insanlar bu barədə danışmağa özünə ehtiyac gördü? Mən düşünürəm bu yay effektidir. O qədər sıxılıb. Əgər biz münasibətlər mövzusuna toxunsaq, iqtisadiyyata toxunsaq, yəni ki, artıq o səviyyə gəlib ki, Azərbaycan bu yay açılmalıdır. Və ya açılması zamanı ya biz bunu kinetik enerjisindən düzgün istifadə edəcəyik və onu düzgün istiqamətə yönləndirəcək, ya da ya belə eləyəcək, hər şeyi dağıdacaqdır da. Yəni indi nə kimi qurduğumuzun hər bir şeyin. Mən bacardığım, maraq göstərdiyim 3 sahə var. Maliyyə iqtisadiyyatdır, sağlamlıqdır, bir də münasibətdir. Mənim vizyonum var, 120 il yaşamaq istəyirəm, Marsa uçmaq istəyirəm falan. Yəni ki, bunun üçün hər şey edirəm də öz perspektivimdən ki, 120-yə kimi yaşayım, o vaxt nəsə yeni bir texnologiya çıxacaq ki, 200-ə yaşayım və o vaxt nəsə yeni bir texnologiya çıxacaq ki, 250 yaşayım. Yəni ölməkdən qorxmuram, sadəcə tərəqqini sevirəm və real olaraq Marsa uçmağı istərdim. Və bu istiqamətdə sənə nə lazımdır? Pul lazımdır, o qədər yaşamaq üçün, sənə sağlamlıq lazımdır. Bu günləri özünə baxmalısan ki, gedib çatasan və dediyim kimi 120 yaş qoca yaşamaqla deyil də. Yəni ki, heç olmasa mən 90 yaşıma qədər cavanlığımı uzadım və son 30 ilimi qoca yaşayım da. Yəni ki, budur.
Onun üçün idman və qida çox vacibdir və üçüncüsü, əgər kişilərə baxsaq, ən xoşbəxt, ən uzun ömürlü yaşayan kişilər yaxşı münasibətdə olan kişilərdir də. Yaxşı ya da heç münasibətdə olmayan. Yox, onlar tez ölür. Heç münasibətdə olmayan tez ölür. Yaxşı, yəni pis münasibəti olanlar tez ölür. Yaxşı münasibəti olanlar, xoşbəxt həyat sürənlər, onlar daha çox yaşayır. Ona görə bu mövzuya gəldi və Azərbaycana da biz bir balaca qərbdən bir 50 il geri qalırıq da. Onlarda seksual inqilab 70-ci illərdə oldu. Bizə 20-ci illərin əvvəlində gəlmək kimi istəyirmiş kimi görsənir. Mən də uzun illərdir 2006-cı ildən qərb iqtisadiyyatını, mədəniyyətini, mənəviyyatını öyrənən bir insan kimi biləm o hara gətirib çıxarıbdı da qərb bütün bu yeni ideyalar, solçular, ultrasolçuların, liberalların ideyası hara gətirib çıxarıbdı qərbi. Və düşünmürəm ki, və qərbdə artıq bunun əks istiqaməti başlayıbdır. Onlar gördülər, son 70 ildə nəyə gəlib çatdılar, indi istəmirlər bunu 50 ildə. Amma indi geri döndərmək də çox çətindir. Çətindir və uzun zaman lazım. Yenə də uzun illər lazımdır. Mən deyirəm ki, gəlin girməyək də. Yəni ki, biz o ərəfədəyik ki, ya başlayacağıq ona, bu seksual inqilaba başlayacağıq. Yəni ki, dəyərlərimizi itirməyə, postmodernizmin o dəyərsizlik modelinə gəlib çıxacağıq. Ya da ki, öz milli identikliyimizi anlayacağıq. Bu milli identiklik çərçivəsində iqtisadi uğur qazanacağıq və özlüyümüzü, mədəniyyətimizi, dəyərlərimizi saxlayaraq qərbin varlığını əldə edəcəyik. Çünki Çin, Sinqapur sübut etdi. Sən qərb fəlsəfəsində olmayaraq da, öz milli adət-ənənənə və uyğun olaraq qalaraq da varlana bilərsən. O demək deyil ki, sən mütləq qərbdəki kimi hər şey səndə olmalıdır ki, səndə də varlı olasan. Hiperindividualizmlə gedəsən ki, sən də varlı olasan. Ona görə mən bunları görərək, həm də ki, mən boşanma prosesim üstə düşdü. 3 il öncə mən də bu məsələləri daha da çox araşdırmağa başladım və dedim ki, insanlar üçün faydalı ola bilər və danışdım. Yəni, məndə də əslində motivasiyalar eynidir və trigger, o tətik məhz boşanma hadisəsi oldu. Çünki ona qədər mənim həyatımda məni maraqlandıran yeganə şey biznes olub həmişə. Və münasibət də ilk münasibətim idi. Yəni ondan qabaq münasibətdə problemlər yaşamamışam ki, bir araşdırım görüm münasibətlər necə qurulur, necə qurulmalıdır, necə qurulmamalıdır və s. Amma ondan sonra boşanma hadisəsi çox gözlənilməz və mənim kişi məntiqimə sığmayan, səbəbi olmayan bir səbəbə görə olduğuna görə sual beynimdə qalmışdı ki, niyə? Yəni niyə və qadına nə lazımdır? Yəni əgər görsənir ki, hər şey qaydasındadır, amma xanım mutlu deyilsə, nədir onda problem? Bu yaxınlarda deyəndə ki, dünən gecə təsadüfən qarşıma bir video çıxdı. Bir public speaker tamaşaçıdan soruşur. Deyir ki, mən xoşbəxt deyiləm. Deyir ki, sənin xoşbəxt olmamağın səbəbi nədir? Deyir, ərim. Deyir, tamam, nə xoşuna gəlmir? Deyir, heç nə eləmək istəmir. Deyir, tamam, bunun bir yaxşı keyfiyyəti yoxdur ki, deyir, var, çox mülayimdir, çox ürəyi açıqdır, yaxşı atadır. Deyir, çox gözəl, başqa nə problem var? Pul qazanmır. Deyir, heç qazanmır. Deyir, deyir, tamam, nə qədər qazanır? Deyir, o qədər gülməli məbləğdir ki, mən bunu deyə bilmərəm. Deyir, yox, deyir. Nə qədər qazanır? 200.000 rubl. Bu da bir dollarla desə 2000-2500 dollar bir puldur. Hansı ki Rusiyada orta normal maaşdır. Və hamı gülməyə başlayır. Sonra ona bir belə motivasiya verici məlumatlar verir həmin spiker. Ondan sonra qadın deyir ki, həmən gedəcəm evə. Təşəkkür bildirəcəm öz yoldaşıma ki, bu cür gözəl insandır. Yəni hal-hazırda gördüyüm mənzərə odur ki, bu pattern hər yerdə təkrarlanır. Yəni qadınlar xüsusən də bu 10 il evlilik krizisi var, sonra 30 yaş krizisi var. Bu krizisə çatanda xoşbəxt olmadıqlarını görürlər və səbəb olaraq da kişini görüb fikirləşirlər ki, mən getsəm bəlkə xoşbəxt olaram. Sonra da tam tərs effekt yaşanır. Yəni kişilər azadlığı özləri istəmədən belə əldə edəndən sonra, biraz depressiyanı yaşayandan sonra özlərini yenidən kəşf edirlər və yaxud yeni münasibətlərə qatılırlar və adətən də xanımlarda bu alınmır. Müxtəlif cinsi fərqlərə görə deyək və qadının kişidə axtardığı, kişinin qadında axtardığı keyfiyyətlərə görə
Mən də bu məsələ araşdırıb suallara cavab tapdım və o huzuru, sakitçiliyi əldə elədim və həyatıma davam etməyə başladım. Və danışmamın səbəbi də məhz odur ki, istəyirəm ki, başqaları o səhvləri təkrarlamasınlar və yaxud başqaları bu dinamikanın əslində necə olduğunun fərqində olsunlar ki, həm problemi baş vermədən ya həll edə bilsinlər, ya da o problemin içində olanda onu daha yaxşı yaşayaraq keçə bilsinlər. İndi ona görə sizinlə biraz bu mövzularda danışmaq istəyirəm ki, bizi belə qadın düşməni kimi labellayıblar, amma məncə bizim qadınlarla heç bir problemimiz yoxdur, həm də hətta tam tərsidir ki, biz onları qorumağa çalışırıq. Əgər bizim problemimiz varsa, məncə müasir feminizmləndir, hansı ki, onun propaganda elədiyi ideyalarla və mənə görə bu ailə strukturunun dağılmasının səbəblərindən ən başlıcası odur. Bunu necə görürəm? Misal üçün, statistika. Siz də sevirsiniz, mən də sevirəm. Yadımdadır, Tibb Universitetində statistika fənni var idi. Mən müəllimdən soruşmuşdum ki, mən stomatoloq kimi bunu nə edəcəm? Müəllim cavab verə bilmədi. Mən də o fənni oxumurdum. Amma sonra biznesə daxil olandan sonra statistika, analitika mənim gündəlik alətimdir və biz hər şeyi ölçürük, hər şeyi analiz edirik. Ona görə bu problemi çözəndə də mən statistikaya başvurdum və tapdığım faktlar çox məni şoka saldı. Data driven decision making ingilislər demiş. Bəli, işdə elədiyimiz odur, bəli. Burada da əldə etdiyim statistika və məni şoka salan statistikalar hansılar idi? Misal üçün, boşanma faizinin Rusiyada, Ukraynada 80% olması, ortalama dünya üzrə 40-50% olması. Boşanma səbəblərinin segmentasiyasına baxanda nömrə 1 səbəb çox yerdə maliyyədir. Yəni rəsmi, qeyri-rəsmi statistikalara əsasən, hansı ki biz düşünürük ki, yəqin ki o deyil, yəqin ki ya xəyanət olar. Xəyanət harasa 6-cı, 7-ci yerlərə gəlir çıxır. Və yaxud uyğunsuzluq. O da adətən istənilən boşanmada rəsmi səbəb kimi onu göstərdiklərinə görə o da yuxarılarda da hardasa. Başqa bu boşanma faizini sonra biz analiz edilmiş segmentlərə bölürük də tam mənzərəni başa düşmək üçün. Segmentlərə böləndə görürük ki, məsələn Amerikada ortalama 40-50% boşanma varsa, geylər və lezbiyanlar arasında maraqlı statistika var ki, geylərin boşanma faizi 20%-dir. Lezbiyanlarda 60%-dir. Yəni ən çox boşanma faizi lezbiyanlarda 3 dəfə daha çoxdur. İki qadın yola gedə bilir bir-birinə. Buradan gələn nəticə mənə görə odur ki, bəli, yəni əgər 80% boşanmanın da qadınlar başlayırsa ümumilikdə, burada da qadınlarla belə yola gedə bilmirsə, çox güman ki, problemi törədən və yaxud boşanmanı başlayan 80-90% da qadındır. İndi sual ondan ibarətdir ki, sizcə niyə? Amma misal üçün geylər arasında ən yüksək xəyanət geylər arasındadır. Və onlar bunu dözürlər və veclərində də çoxaldırlar. Çünki tapmaq çətindir ona görə. Düşünürsən ona görədir. Cause and correlation maraqlıdır. Onu bilmirəm, səbəbini oxumamışam. 3 dənə mövzuya toxundunuz. Birinci gəl mən sizə bir sual verim. $1 trilyon sualdır. Sizin araşdırmanız nəticəsində qadın nə istəyir? Mən bu suala keçən sizə cavab vermişdim. Əslində bir klassik verdiyim cavab var, hansı ki mən adətən xanımlar bu sualı mənə verəndə deyirəm. Bir sözlə cavab versəm təhlükəsizlik və bu təhlükəsizliyin içinə 3 şey daxil olur. Maliyyə təhlükəsizliyi, fiziki təhlükəsizlik və psixoloji təhlükəsizlik. Maliyyə bunun ən önündə durur. Çünki yenə də statistikaya əsasən əgər maliyyə vəziyyəti ailədə yaxşıdırsa, bu bir-iki problemlər olmur. Yaxşı pul qazanan qadına da kişi lazım deyil. Əslində məncə bəli. Yəni müasir dünyada lazımdır ona görə ki, o dediyimiz başqa iki təhlükəsizliyi cəmiyyət ona təmin eləyir də. Yəni polis formasında, hərbiçi formasında, hüquq sistemi formasında. Yenə də düzdür, onu işlədənlər də kişilərdir, amma onu feministlər görmür və yaxud da həmin o özünü azad hesab edən qadınlar o tərəfini görmür ki, bəs tamam bu kişilər olmasa nə olacaq? Ona görə müasir dünyada bəli, əgər qadın pul qazanırsa, kişiyə o qədər çox böyük ehtiyac yoxdur. Mən podkastda çalışıram
çox varlı bir qadın tapım Azərbaycanda, onu podkastda çağırır. Mən düşünürəm bir dənə sizdə orada əskiklik var o 3 dənəsindən əlavə olaraq. Tamam. Və buna görə qadınlar bəlkə də məni yenə də bəzilər linçləyəcək. Mən düşünürəm qadın sahiblənmək istəyir. Və sahiblənəndə də tərk edir. Gərək sahiblənmək istəsin, amma sahiblənə bilməsin. Sadəcə elə kişiyə sahiblənmək istəyir ki, ondan qat-qat daha yaxşı olsun. Birbaş böyük olsun, daha uğurlu olsun, daha resurslu olsun, daha müdrik olsun. Yəni ki, özündən daha yüksəkdə olan bir kişiyə sonda onun tərəfinə sahiblənmək istəyir. Və bunu heç kim verə bilmir kişidən başqa. Mən ona görə düşünürəm ki, hətta varlı qadınlar belə səmimi məhəbbət axtarışındadır. Mən burada biraz sizlə mübahisə eləyəcəm. Məncə sahiblənmək yox, əslində təslim olmaq istəyir. Və özündən daha güclü, daha ağıllı, daha bacarıqlıya təslim olmaq istədiyinə görə sahiblənmək formasında onu challenge edir. Yəni ona bir, mən bilmirəm o necə Azərbaycanca tərcümə edir. Çağırış edir də. Çağırış edir ki, mən sənə sahiblənəm və ona qalib gəlsə, o kişi ona lazım deyil. Qalib gələ bilməsə, o kişiyə təslim olur. Əminliklə belə kişi sübut etməlidir də ki, sahiblənə bilər. Yəni top kişidədir, onun bacarığındadır. Ona görə, yəni siz o 3 dənəsini sayanda belə çıxır ki, pul olsa heç kişi lazım deyil, amma mən çoxlu imkanlı qadınlar tanıyıram ki, özü axı özündən yuxarı kişiyə təslim olmaq istəyir və yaxud sahiblənmək istəyir. Yəni əgər o pul qazanırsa, avtomatik o qazandığı məbləğdən aşağıda olan bütün kişilər siyahıdan çıxır, qalır yuxarıda 1%, 3%. Artıq onu da əldə etmək çox vaxt çətin olur. Bilirsiniz necədir burada? Azərbaycanla misal üçün Amerika bir balaca fərqlidir. Azərbaycandakı və şərqdəki qadınların ki biz daha uzun müddət kasıbçılıqda yaşamışıq. Onlarda bu maliyyə insecurity deyirik də, daxili qorxusu daha yüksəkdir. Ona görə onlar kişinin daha varlı olunmasını şərqdə daha çox istəyirlər ki, qərbdə. Qərbdəki qadınlar çox varlı ola bilir. Yəni milyarder qadın yəni ki çox yaxşı araşdırma vardı. Sizinlə podkastda bunu demişdim ki, onun qarşısında yaxşı qazanan qadın qarşısında banker qoysan 110 min dollarlıq qazanır, yoxsa od söndürən firefighter, maskulin firefighter olsa hansı ki 60 min qazanır, onlar onu seçirlər. Bu yaxşı pul qazana bilən. Çünki pulum vardı onsuz da. Mənə maskulin enerji lazımdır, mənə drive lazımdır, mənə qorunmaq istəyir. Banker nədir ki, şampunçikdir da, yəni ki, neynirəm onu. Onlarda beyin artıq belə işləməyə başlayır və Cody Sanchez'in nümunəsində gətirdimsə ki, çox varlı qadındır, amma özündən qat-qat sosial statusda, sosial yox, maliyyə statusda. Amma mən düşünmürəm ki, o həmin kişiyə kişi kimi münasibət göstərir və yaxud hörmət edir. Mənə görə o sadəcə sevgili kimi yanında bir güclü sevgili istəyir və onu pulu ilə alır və belə kişilər də var da. Yəni pulu var, cavan qızı alır, deyir ki, bu mənim arvadım. Biz iki kişi kimi bunu çox müzakirə eləməyək. Mən çalışacağam ki, çox varlı bir qadın tapım Azərbaycanda. Və ona bu sualı verir. Yəni o maraqlıdır. Onun cavabı, sən milyonların var da, sənə də milyonları olan kişi lazımdır. Yoxsa misal üçün çox istedadlı bir araşdırmacı, professor, müəllim dünyada hörməti olan, yəni ki, onun publikasiyaları hər yerdə olan, ona hamı bütün cəmiyyətdə ona hörmətlə yanaşan bir kişi olsa, bu sənin üçün yetərlidirmi yoxsa? Məncə bu tip suallarda səmimi cavab vermək həmişə çox çətin olur və bu bir növ nəyə oxşuyur? Yəni insana soruşsan ki, sən həyat yoldaşına xəyanət eləyirsənmi? 99% insan deyəcək ki, eləmirəm, amma bu real vəziyyəti əks etdirmir. Yəni burada da ola bilər xanım deyəcək ki, bəli, mən sevgi axtarıram və s. amma həqiqətən də elədirmi? O sual altındadır. Saxlayaq onları özünüzə və bunun cavabını tapa bilməyəcək. Bu barədə bu statistika ilə bağlı deməli sizin verilişlərdə bəzi statistikalar eşidirəm ki, mən şəxsən razılaşmıram. Onların da çoxusu tibbə və tibbi statistikaya əsaslanan statistikalardır. Həmçinin mediada da görmüşəm bu cür tənqidləri ki, Fərhad Pərvizi hər hansı bir pozisiyası var və fikir bildirmək istəyir. Sonra onu əsaslandıra biləcək hər hansı bir statistikanı özünküləşdirib, dəyişdirib o formada təqdim edir ki, dediyi söz daha əsaslı olsun. Misal üçün o statistikalardan biri bu yaxınlarda bir videonuzda eşitdim. Deyirsiniz ki, qadınlar kişilərdən daha ağıllıdır və onların ona görə ki, boz maddələri daha çoxdur beyinlərində. Okay. Ən azından belə eşitmişəm. Əgər səhv eşitmişəmsə düzəldə bilərsiniz. Belə demişəm, amma mən orada Rusça söz vardı, yadımdan çıxıbdı. Density of the gray matter, onu deməli idi. Sıxlığı. Sıxlığı.
Nəinki ki, çünki boz maddənin çoxluğu beynin ölçüsündən asılı. Kişilərin də beyni orta statistik daha çox. Daha çoxdur. Hə. Yəni mən də onu birinci dəfə eşidəndə yəni tibbdə olan hər kəs üçün bu obvious faktdır ki, kişinin kəllə qutusu da böyüdür, beyin də böyüdür, boz maddənin miqdarı da daha çoxdur. Qadınlarda sıxlıqdan daha çox ağ maddəyə nisbətən proporsiyası daha çoxdur. Proporsiyanın da daha çox olmanın səbəbi sadəcə odur ki, ağ maddədə qat-qat azdır. Sözsüz ki, nisbətdə daha azdır. Amma tibb elmi sübut eləyib ki, beynin ölçüsü intellektual qabiliyyətə heç cür təsir eləmir. Yəni önəmli deyil beynin ölçüsü nə boydadır. Əsas oradakı o neyron əlaqələrinin nə qədər güclü olub olmamasıdır. Və ikinci sual ümumiyyətlə intellekt ağıl deməkdirmi yoxsa yox? Məsələn, mən çox yaxşı riyaziyyatçıyam, bu deməkdir ki, mən ağıllıyam. Mən çox yaxşı ixtiraçıyam, bu deməkdir ki, mən ağıllıyam yoxsa. Ən azından yəni bu sənin koqnitiv bu hesablama qabiliyyətinin və sairənin göstəricisidir məncə. Yəni Nobel mükafatı laureatlarını götürsə, əksəriyyəti alkoqolik olubdu, mən nə bilim xəyanətkar olubdu, normal uşaq böyüdə bilməyibdi. Amma problemi çözə bilib də. Yəni problem çözmə ağılın göstəricisidirmi yoxsa yox? O sual orası. Mən şu ağıl və müdriklük arasında fərq, intellekt, orada çoxlu nüanslar var da. Mənim üçün məsəl üçün sizin üçün uğur pul ola bilər. Mənim üçün uğur yaxşı ailə ola bilər. Bəli. Kimsin üçün yerdə tək qalıb öz xoşbəxtliyini tapmaq, Diogen kimi də Boçkada yaşayırdı və çox xoşbəxtdir da, dünya aləm vecinə deyildi. Qədim Yunan filosofu. Ona görə çoxlu individualdır. Mən bilirəm biraz provokativ oldu o dediyim. Əslində mən tibb biliklərimi Hubermandan, Petrosyanın podkastlarından götürürəm. Onların hər ikisi bir beyin mütəxəssisini gətirmişlər. Dünyanın ən görkəmli beyin mütəxəssisi. O bu fikri səsləndirmişdi öz podkastında. O demişdi və maraqlı bir faktor demişdi. Qadınların beyni fundamenti kişilərin beynindən fərqi nədir? Bizdə beyində neyron bağlantılar, sağdakılar ayrı işləyir, soldakılar ayrı işləyir. Qadınlarda isə hər ikinin arasında neyron bağlantılar daha aktivdir. Belə bir söz. Bəli, amma o yəni ciddi bir araşdırmaya əsaslanmır. Yəni ümumiyyətlə istənilən sahədə tibbdə çoxlu araşdırmalar var və onların ciddi və qeyri-ciddi formaları var. Yəni o bir reklam üçün, marketinq üçün çox vaxt istifadə edilir. Dünya Stomatoloqlar Assosiasiyası tövsiyə eləyir. Yəni o şeylər hamısı marketinq məqsədli olur. Yəni bir research eləyirlər, oradan özləri bir nəticəyə gəlirlər, amma o nəticə sonra daha nüfuzlu mənbələrlə təsdiq olunmur. Sadəcə kimsə hardasa universitetdə bir araşdırma eləyib, gəldiyi nəticədə bu olub. Sonra da o araşdırmanın nəticəsini götürüb yəni kimsə nəyisə satmaq üçün və yaxud öz dediyini əsaslandırmaq üçün istifadə eləyir. Ona görə o araşdırmaların nəticəsini mən şəxsən özüm əsas kimi gətirəndə mən onu bir neçə mənbədən yoxlayıb, bir də o curiosity, yəni özümə soruşuram ki, acaba doğrudanmı elədi? Ondan sonra fikirləşirəm ki, bununla əsaslandırma olar yoxsa yox. Amma şeyə qayıtmaq istəyirəm ki, bu arqumentin verildiyi əsas bir iddia var da. Əsas iddia odur ki, qadınlar kişilərdən daha ağıllıdır. Və siz də deyirsiniz ki, intellekt... Çünki multitasklar daha yaxşı idarə edir. Yenə də o intellekt göstəricisidirmi bilmirik də. Yəni, bu mübahisə mövzusudur. Amma belə ümumi qəbul olunmuş intellektin tərifinə baxsaq və yaxud anlayışına baxsaq, bu ən çox iki şeydir. Problem həll eləmə bacarığıdır və pattern recognition'dır. Yəni o qanun uyğunluqları görə bilməkdir və bunu biz ölçə bilmək üçün necə ki idmanda biz fiziki qabiliyyəti ölçə bilirik, yəni qaçırıq, yarışırıq. Ya IQ testlərlə eləyirlər və yaxud elm sahəsində, biznes sahəsində uğurlu ölçürlər ki, kim neçə faizdir və yaxud şahmatda, nə bilim bilyardda və s. Yəni beyin fəaliyyətini ölçə biləcək idman növləri ilə müqayisə eləyirlər və mənim heç bir intellekt tələb edən yarış yadıma gəlmir ki, orada qadınlar üstünlük göstərsin. Yəni istər bu elmi olimpiadalar olsun, istəyir şahmat olsun, istəyir intellekt tələb edən biznes sahəsi olsun, elm sahəsi olsun və bu yəni qəbul olunmuş heç kimin belə deyək, mübahisə etməyəcəyi statistikalardır. Amma sual odur ki, sizcə niyə? Gəlin bir neçə şahidə bunu göstərək. Misal üçün, haradakı gender bərabərliyi ən yüksək səviyyəyə çatıbdır. Nordic blokda dediyimizdə İsveç, Norveç filan. Orada oğlanlarla qızlar eyni nəticə göstərir. Bütün texniki olimpiadalarda belə.
Riyaziyyatda belə. Riyaziyyatda belə. Lakin Azərbaycanın sonuncu yenə də bu mənim müşahidələrimdə mən görməmişəm. Mən Təhsil Nazirliyinin səhifəsində LinkedIn-də izləyirəm. Onlar daim olaraq göstərirlər ki, kimlər biologiyada qalib gəlib, kimyada, fizik və mən orada indi çoxlu qızlar görürəm. Summers vardı, səhv etmirəmsə, ABŞ-nin maliyyə naziri olubdu, sonra da Harvardın rektoru olubdu, prezidenti olubdu. Onun bir çıxışına görə onu işdən azad ediblər. O deyib ki, ortalama, on average, qadın və kişi IQ-su eynidir. Lakin kişilər ekstremumlara daha yönəmlidir. Ya çox ağıllı olurlar, ya da çox axmaq olur. Qadınlar ortaya daha çox yaxındılar. Kişilər isə ya çox yuxarıdır, ya da çox aşağıdır. Ona görə average out, onlar düzdürlər. Əgər normal distribution curve-ına baxsaq, qadınlarda daha flat outdur. Yəni ki, daha asıqlı. Kişilərdə isə daha pik yönümlüdür. Yəni ki, yəni başqa sözlə desək, necə ki, idmanda atletlərdə uğurlu atletlər həmin o distribution curve-ün yuxarısında olan adamlardır. Onlar yəni ən yaxşılar öz aralarında yarışır da. Və əgər siz dediyiniz intellekt sahəsində də o curve daha yuxarıdadırsa, pikləri, o deməkdir ki, ən yaxşılar yarışsa, qadınlar həmişə udacaq. Burada iki nəzəriyyə var ki, həqiqətən genetik olaraq kişilər daha dahiliyyə meyillidir. Lakin bunun kontrargumenti ondan ibarətdir ki, kişilərin indiyənə qədər daha çox imkanı olubdur daxilini aşkar etmək üçün. Çünki kişilər daha çox risk götürür, kişilərdən gözləntilər azdır. Niyə daha çox risk götürə bilirlər? Bu təbiətlə, bu genetikadan gəlir. Ki 100 min il təkamül nəticəsində bir nəfər çox risk götürən olmalıdır ki, mamutun arxasıcan qaçsın. Digəri isə mağarada oturub daha çox risklərdən idarə etməli idi ki, uşağını heç kim yeməsin, aparmasın. Bu genetik olaraq qadınlarda da, kişilərdə də proqramlaşdırılıbdır və davranış iqtisadiyyatı məhz onu öyrədir ki, cəmiyyətdən, mədəniyyətdən, gəlirdən, ölkədən asılı olmayaraq dünyada bütün kişilərin və bütün qadınlar arasında bir sistematik müşahidə olunan fərq var. 2 dənədir, amma onlardan biri risk götürmə qabiliyyətidir. Bütün cəmiyyətlərdə, bütün qadınlar kişilərdən daha az riskə gedir. Və bu genetikadan, təkamüldən gəlir. Tək o deyil. Mən bir əhvalat danışmaq istəyirəm sizə bu mövzuna əlaqəli. Başıma gələn hadisədir. Siz də bəzi mövzularında məncə sizə tanış bir hadisə olacaq. Mən Dubayda Techstars akselerasiyasında idim. Bu da Amerikada top 3 akseleratorlardan biridir. Onlar həm yatırım eləyirlər, həm 3 ay ərzində bir proqram keçirlər. Və orada bir tanışlıq günü var idi ki, hamı bir-birinə tanış olurdu ki, mən nə işlə məşğulam, sən nə işlə məşğulsan. Və biz orada təşkilatçılardan, yəni həmin Techstars'ın öz komandasından bir xanımla tanış olanda mən dedim ki, mən Toğrul Səmədov, mən I'm a serial entrepreneur falan. O da dedi ki, mənim də adım falan kəsdi, mən feministəm. Mənə bu cavab biraz qəribə gəldi ki, yəni adam özünü təqdim eləyəndə feminist olduğunu birinci önə çəkir. Mən də həqiqətən təbii bir sual verdim ki, sənə feminist olmağın nəyə görə bu qədər vacibdir? O da aqressiv moda keçdi sırası. Mən yenə rus sözləri işlədirəm, auditoriya deyəcək, niyə elədim. Və başladı ki, sən are you an idiot? Yəni artıq təhqirə hətta keçdi. Deyirəm, mən sadəcə sual verdim. Həqiqətən mən maraqlıdır ki, sən niyə feministsən ki? Deyirsən, doğrudan düşünürsən ki, qadın və kişi hüquqları bərabərdir və imkanları bərabərdir və s. və axır. Deyirəm, bəli, məncə dünyanın böyük bir inkişaf etmiş hissəsində hüquqlar artıq bərabərləşib, imkanlar da bərabərləşib, hətta qadınların hüquqları daha çoxdur. Faktiki bizim qanunvericilikdə qadınların hüququ daha çoxdur, heç bərabər də deyil. Qayıtdı ki, bəs onda səncə nəyə görə biznesdə qadınlar azdır? Mən də dedim, fizioloji fərqlərə görə. Mövzumuz bu olub. Bunun üstündən 2 həftə keçəndən sonra Techstars'ın managing direktoru yaxınlaşır mənə, deyir ki, Toğrul, bəs biz səninlə söhbət eləməliyik, səndən şikayət var ki, sən seksistsən. Dedim, nə şikayətdir, nədən danışırsınız? Deyir, onu deyəmmərəm falan bəşməkan. Sonra mən yavaş-yavaş, dedim, yaxşı, bəs nə demişəm mən? Nəyin əsasında seksist məni belə labelladınız? Demişsən ki, qadının başı balacadır. Mən də başladım gülməyə. Dedim ki, birincisi, mən həkiməm,
əslində elədir, amma mən elə söz deməmişəm. Çünki mənim üçün o arqument deyil. İkincisi, mən indi başa düşdüm söhbət nədən gedir. Filankəs soruşanda mən dedim fizioloji fərq, başın balaca olmağa anatomik fərqdir. Və mən də bilirəm ki, beynin ölçüsü intellektə heç cür təsir eləmir. Fizioloji fərq nədir soruşursunuzsa, gəlin mən sizə izah edeyim. Yəni mənə görə sadəcə soyunmaq yetərlidir. yox, sözsüz, amma fizioloji fərqin intellektə təsiri mənə maraqlıdır və mən hormonların orqanizmə təsirini həqiqətən də dərin araşdırmışam. Mənim üçün maraqlı mövzulardan biridir. Məsələ nədir? Yəni hal-hazırda biz deyəndə ki, kişilər qadınlardan fiziki olaraq daha güclüdür. Bununla mübahisə edən çox az qadın görmüşəm. Yəni bu o qədər belə nəzərə çarpan və sübut oluna bilən bir şeydir. Amma sual olunur, niyə kişilər qadınlardan fiziki olaraq daha güclüdür? Və bunu biz tibbi araşdırsaq, sözsüz ki, hər şey gedib genetikaya çıxır, amma genetika bizim bədənimizdə olan hormonları təyin eləyir ki, hansı hormondan daha çox olacaq. Və bizim istər əzələ inkişafına, istər sümük inkişafına təsir edən faktor hormonlardır. Həm də ətraf mühit, amma ilk növbədə hormonlardır. Yəni testosteron birinci yerdə durur bu hormonların siyasında ki, testosteron olmasa nə əzələ inkişaf eləmir, nə sümük inkişaf eləmir və s. və l. İndi belə bir sual olunur. Bu da sübut olunmuş bir faktdır ki, hormonlar beyin fəaliyyətinə də çox ciddi təsir edir. Yəni bunu belə orta auditoriyaya izah eləmək üçün adrenalinin təsirini hamı üçün tanış bir təsirdir ki, sən həyəcanlananda, qorxanda ürək döyüntülərin artır, daha cəsarətli olursan, daha aqressiv olursan. Daha qorxur adrenalin olanda. Mən bir dənə həmişə o da ola bilər ki, eyni hormon fərqli təsir eləsin. Mən bütün qadınlara bu nümunəni göstərirəm. Deyirəm, misal üçün siz yoldaşınız maşın sürür və kimsə qabağınızı kəsir. Yoldaşın ilkin reaksiyasıdır, mən rəqabətə girəcəm, adrenalin vurub başına deyir ki, mən sürəcəm. Sizdə nə baş verir? Siz adətən sürəti azaldırsınız, qorxursunuz. Adrenalin kişilərdə riski artırır və onlar rəqabətə girmək istəyir. Qadınlarda isə adrenalin çıxanda onlar qorxurlar və sakitləşir. Məncə yox, əslində həqiqətən elədir ki, o vəziyyətdən çox, o vəziyyətə adrenalinlə deyil, vəziyyətə reaksiya ilə bağlıdır. Nəyə görə? Çünki qadınlar da yəni əgər övladını övladı təhlükə altındadırsa, onlar da adrenalin altında daha cəsarətli olub, daha böyük risk götürüb övladını xilas edirlər. Yəni orada qorxub kənara çəkilməyəcəklər. O çünki övladı ilə bağlı bir şey. Yəni ona görə deyirəm ki, orada artıq yenə də təbii rollara gedirik, çıxır ki, kişi konflikt istəyir, qadın konflikt istəmir. Ona görə adrenalin onu istiqamətləndirdiyi istiqamətlər də fərqlidir. Amma ikisi də qaçır. Biri bir istiqamətdə qaçır, biri o bir istiqamətdə qaçır, amma ən azından qaçmağını sürətləndirirlər. Yəni başqa sözlə desək, bu hormonlar beyin fəaliyyətinə təsir eləyir %100 və bütün testosteron da, oksitosin də, nə bilim, dopamin də hamısı. Və narkotiklər də o hormonları tetiklədiyinə görə o da təsir eləyir. Və burdan mən şəxsən o nəticəyə gəlirəm ki, intellektual məsələlərdə də kişilərin uğur əldə etməsi və yaxud biznesdə uğur əldə etməsinin səbəbi hormonlarıdır. Həm intellektual fəaliyyəti sürətləndirir həmin hormonlar, həmçinin o testosteron bizim əsas hormonumuzda bizim bu risk götürməyimiz, konfliktdə meyilli olmağımız və s. hansı ki biznesdə əsas şeylərdən biridir. Ona görə də biz biznesdə yuxarıdayıq. Və bunu bərabərləşdirmək mümkün deyil. Onda biz gərək kişilərin hormonlarını, qadınların hormonlarını eyni səviyyəyə salaq. Onda da gey olmalıyıq hamımız. Və burada mən onlardan bir yaxşı bir arqument gətirdim. Ondan sonra təslim oldular. Məndən ikinci görüş saldılar. Dedilər ki, bəs yuxarıdan dedilər, headquarters'dan, Amerikadan dedilər ki, yox, sadəcə söhbət kifayət deyil. Toğruluqla tərbiyəvi söhbət aparmalısınız və orada bir xanım da iştirak eləməlidir. Və o xanım da direktorun köməkçisi idi, hansı ilə ki biz dostuq. Və ən çox dəstəyi mən ona göstərmişəm və bütün xanımları da orada mən mentorluq eləyirəm, göstərirəm və s. Dedilər, tamam da məcburuq, formal bunu eləyək. Elədik, mən oturdum qulaq asdım. Mənə tərbiyə verirlər, danışırlar. Bəs bilirsən, gender equality falan məşməkan. Mən də qulaq asdım. Axırda dedim ki, düz deyirsiniz. Texas çox seksist yerdir. Deyirlər, nə nəzərdə tutursan? Deyirəm, mənə görə yox ki, sizə görə. Deyirlər, nəyi nəzərdə tutursan? Deyirəm, baxın, dünyadan neçə dənə sizə anket göndərilib bu startupları seçmək üçün? 1500.
Neçə startap seçmisiniz? 10. Deyirəm, bir dənə qadın founder var bizim kohortda. Bundan qabaqki kohortlarda hamısında bir dənə qadın olur, ondan çox olmur. Deyirəm, neçə qadın anket göndərmişdi? 35. Yəni 35 anketdən bir dənə qadın seçmisiniz. 1500 anketdən 9 dənə. Bu 4 dəfə, 5 dəfə üstünlük deməkdir seçimdə. Və məsələ də odur ki, siz bu anketləri qarışdırıb seçmirsiniz. Qadınlar üçün ayrıca kateqoriyamız var. Hətta Slack-da Women Founders adında kanal açmışdınız. Təsadüfən məni də ora əlavə eləmişdiniz. Sonra mən çıxdım oradan. Men Founders hanı? Və yaxud bu anketləri, yəni bərabər imkanlar o vaxt olardı ki, siz bu anketləri anonim qarışdırardınız, siz proyektə baxardınız, rəqəmlərə baxardınız, seçərdiniz. İçində qadın da ola bilər, kişi də ola bilər. Amma siz bunu ayrı kateqoriyaya çıxardırsa, bu artıq diskriminasiyadır. Yəni orada hardasa bir biznes var ki, bu qadının biznesindən daha yaxşıdır, amma slotlar dolduğuna görə o onu əldə eləmir, amma daha zəif biznes olan qadın o slotu əldə edir. Və sual da odur ki, bəyəm siz anketi açanda qadınlara limit qoymuşdunuz ki, olmaz və yaxud kimsə biznesi başlayırsa, dövlət deyir ki, qadına biznes açmaq olmaz. Orada hüquqlarımız da bərabərdir, imkanlarımız da bərabərdir, şərait də bərabərdir. Sadəcə qadınlar biznes açmaq istəmir. BP-də də oxşar burada Azərbaycanda praktika var idi. Əgər səndə onlar bir ara deyirlər ki, qadın mühəndislər, yəni mütləq qadın mühəndislər olmalıdır, bərabər olmalıdır və səndə vakansiya açılanda ən azından heç olmasa bir dənə qadın ora verməyənə qədər onlar müsahibə keçirmirdilər. Axırda gəldilər dirəndilər ki, sadəcə istəmir də qadın da ora girməyə. Və mən niyə görə həmişə İsveçi nümunə gətirirəm? Çünki onlar ümumiyyətlə həm istər sosial, mənəvi və həmçində gender bərabərliyi mövzusunda hamıdan tez başlayıblar. Hamıdan tez də onu anlayıblar, nə işləyir, nə işləmir. Və oradan çıxmağa başlayır. Məsələn, İsveçdə, Sweden, İsveçrə yox, İsveç. Orada qadınlar indi sistemə getmək istəmir. Texnik sahələrə getmək istəmir. Onlar uzun müddət illərdir məcbur olunaraq, yəni ki, bütün bu kampaniyalar falanlar mütləq mühəndislikdə yarısı kişi olmalıdır, yarısı qadın olmalıdır, qadın mühəndisliyə getməli falan da işləmir. Çünki niyə görə mən həmişə deyirəm, progressivizm dediyimizdə müasir solçuluq insanı biologiyasından uzaq aparır. Onların ideyası odur ki, balaca bir qrup intellektual oturubdur və düşünür ki, biz biologiyadan uzaqlaşmalıyıq, həm kişi olaraq, həm də qadın olaraq. Və bütün proqramları yürüdür ki, sən biologiyadan uzaqlaş. Deyirəm, axı, qız və oğlan övladlarına baxanda nə vaxt ki, onlara heç kim toxunmayıbdır da. Qızlar qızlarla oynamağı sevir, yəni insanlarla, kuklalarla nəsə oyun qurur. Oğlanlar isə oyuncaqlarla işləməyi sevir. Nəsə qrup tiksinlər, paravoz sürsünlər, konstruktor nəsə qurur. Tək başına odur. Və niyə görə biz dəyişmək istəyirik ki, oğlanlar da indi belə işləsə və qızlar da oyuncaqlarla oynasınlar? Olmazmı ki, biz təbiətimizə zidd getməyək? Çox yaxşı bir şəkil var, Trumpın sui-qəsdi. Onlarda Secret Service var və 25 il solçu propagandası nəticəsi olaraq o Secret Service-nə üçün qadınları da salıblar. Və Trumpa sui-qəsd olanda ilki reaksiya budur da, təkamül budur, 100 min təkamül budur. Qadın başını aşağı salır, gizlənir, kişi soğuklanır ki, güllərin altına. Yəni ki, bax budur. Kritik momentdə 100 min il təkamül bunu eləyəcəkdir. Sən nə qədər istəyirsən ona təlim verginlə, nə qədər istəyirsən öyrətginlə, həmin o qadını ki, sənin prezident və hücum olanda özünü atmalısan onun qarşısına, qadın ilk öncə özünü qoruyacaqdır. Vəssalam. Yəni bunu dəyişmək olmur. Məncə də bu süni şəkildə bəlkə biz 20 min il lazımdır da, yəni ki, genetik dəyişmək üçün. Milyonlarla il lazımdır. Çünki bu yəni heç bir yerdə, heç bir sahədə hal-hazırda 50-50 diversity olmayan yerdə süni şəkildə o 50-50-ni qaldırmaq heç bir mənası və məntiqi yoxdur. Amma məsələ odur ki, feministlər o sahələr harda ki, belə deyək, sadə işdir, asan işdir və s. Orada deyirlər ki, niyə biz 50-50 deyilik? O çətin işlər heç kimi maraqlandırmır. Və yaxud hüquqlarda niyə bizə seçmə hüququ verilmir falan bəşməkan deyirdilər, verildi hamısı. Amma kişilərin, yəni feminizm əslində feminizmin ilkin ideologiyası kişi və qadın arasında bərabərlikdən danışır da. Yəni bu ideologiyanın müdafiəçisi hər iki tərəfin maraqlarını müdafiə eləməlidir. Əgər elədirsə, mən hələ bir dənə feminist görmədim ki, gəlsin desin ki, xeyr ola kişilər
məcburi hərbi xidmətə gedir, bizi də salın məcburi hərbi xidmətə. Və yaxud heç kim getməsin məcburi hərbi xidmətə, ancaq könüllü getsin. Və sair və lax. Qadınları salsaq, yəni ki, cəmiyyət üçün pis olacaqdı. Orada rasional cavab var da, niyə görə qadınları eləmirik ki? Çünki yəni qadınlar uşaq. Yəni orada hansı bərabərlikdən söhbət gedə bilər? Yəni bizim bacarıqlarımız, qabiliyyətimiz, ailəyə, cəmiyyətə verdiyimiz dəyərlər fərqli olduğu halda necə bərabər ola bilər? Mən bir də arqument olaraq ən sevdiyim arqument işdəndir ki, deyirəm uşaqlar, baxın, məni hərdən günahlandırırlar ki, sən diktatorsan şeydə, istər ailədə, istər biznesdə. Deyirəm, bəli. Deyirəm, düşünün, tamam, gəlin demokratiya elan eləyək, yığışaq hamımız. Deyək ki, birincisi hər şey növbə ilə eləyəcəyik, evdə, yəni bərabəri evdə məişət şeyləri necə bölürüksə, bölək. Dizayner bugün kod yazacaq, kod yazan bugün dizayn çəkəcək, sabah dəyişəcəksiniz. Burada bir anlam var. Yəni hərə öz nəyi ən yaxşı edirsə, nə üçün dizayn olunubsa, yaradılıbsa, o işlə məşğul olsa, ümumi işimiz bu teamwork-dur da. Demokratiya o deyil ki, hamı hər şeyi edəcəkdir. Və yaxud hüquqları ilə olsun. Fikri dinlənilir və nəzərə alınır. Tamam, dinləyək. Amma mən razıyam. Demokratiya özündə Platon, Aristoteldən gəlir. Aristotelin 3 idarə etmə metodu var idi. Birincisi tək başına idarə etmədir. Ya monarxiyadır, ya tiraniyadır. Yaxşısı monarxiyadır, pisi tiraniyadır. İkincisi rule by few, bir neçə insan tərəfindən gəlir. Bu oliqarxiyadır, ya da ki aristokratiya. Yəni aristokratiya insanları düşünür, oliqarxiyat özünü düşünür. Bir də var pluralizm, yəni ki rule by many. Bunun bir tərəfi respublikadır, o birisi tərəfi demokratiyadır. Və Aristotel belə demokratiyanı sevmirdi, çünki demokratiya ən effektivsizdir idarə etmə perspektivindən. Lakin tiraniyaya qarşı ən effektivlidir. Demokratiyanın yeganə bir üstünlüyü var ki, tiran gələ bilmir. Düz Almaniyada gəldi Hitler, amma yenə də devrildi də necəsə, yəni ki çıxdı. Və mən həmişə demişəm ki, hətta inkişaf etməkdə olan ölkələrə belə mütləq monarxiya lazımdır. İşləmir. Nə oliqarxiyyat işləmir, nə. Çünki bir nəfər uzun vizyonu olmalıdır. Deməli belə eləyirik. Yox, məncə hər yerdə işləyən yeganə şey odur və demokratiyada bizim uğurlu saydığımız demokratik ölkələr əslində demokratik deyil. Orada oliqarxiyyatdır orada. Orada demokratiyanın illüziyası var belə deyək. Və demokratiya heç yerdə işləmir məncə. Yəni tamam, demokratiyanın prinsiplərinə şirkəti qursaq, deyəcək ki, gəlin səs verək, maaşları 20% qaldıraq, hamı deyəcək bəli qaldıraq. Şirkətdə ümumiyyətlə demokratiya olmamalıdır. Şirkətlər dövlətçilik prizmasından qurulmur da. Yəni demokratiyada sən tiran olarsan, işçilərin ərizəvi yazıb çıxıb gedəcək, başqasına işləyəcək. Amma sən dövlətdə tiran olsan, sən insanları öldürə bilərsən, onları ölkəsindən didərgin sala bilərsən, qazamata sala bilərsən. Ona görə demokratiya öz-özlüyündə prinsip ki, korporativ mühitə aid etmək olmaz. Korporativ mühitdə yargı. Məsələn, dövlətdə bax, harda bir misal var ki, demokratik ölkə uğurludur. Mən bir şey bilirəm, hansı ki ölkənin adında demokratik sözü varsa, o heç də demokratik deyil. Məsəl üçün, Koreya Xalq Demokratik Respublikasıdır. Xalq demokratik eyni söz deməkdir. Yəni demo sözü, demos KNR, yəni Koreya, Çin Demokratik Respublika, Kongo Demokratik. Harda demokratiya sözünü eşidirsiniz ölkənin adında, orada ümumiyyətlə demokratiya yoxdur, onu əminliklə demək olar. Tamam. İndi Avropaya gələndə nisbətən onlar demokratiya gəlib çıxıblar. Hindistan misal üçün demokratiya nümunəsidir və çox effektivsiz demokratiyanın nümunəsidir ki, orada prezident heç nə eləyə bilmir. Yəni ki, real olaraq yaxşı bir ideyası var. Mumbai hər nə vaxtsa fintechə keçirmək istəyir. Onda da oliqarxiyyat olur da. Yəni yenə də pul və güc kimlərdədirsə, onlar toparlaşıb, qruplaşıb, dövləti yenə də onlar idarə eləyir də. Yəni Amerikadakı kimi misal. Amerikada, Avropa nisbətən, orada da Davos forumu var, orada da neoqlobalistlər idarə edir Avropanı. Mən razıyam ki, tam belə demokratiya demək olar ki, heç yerdə yoxdur. Hamısı oliqarxiya ilə demokratiya arasında qalıblar. Və bu da problem. Hamısı ortada hardasa qalıb, heç bir yol seçməyiblər özlərini. Ona görə Avropa bu gündədir. Bu gün heç bir qərar qəbul edə bilmirlər. Yəni bilmirəm, Ukrayna kömək etsinlər. Bürokratiya, mənim qardaşım Almaniyada yaşayır. Orada olan bürokratiya səviyyəsindən mən görəndə, yəni özümü asmaq istəyirəm. Yəni Asana hər gün minnətdarlıq bildirirəm, deyirəm ki, o boyda Almaniyası asan xidmət edir. Asan xidmətimiz var, nə yaxşı ki. Yəni ki, ABŞ-də belə asan xidmət yoxdur. Get sürücülük vəsiqəsini gör, DMV-dən nə qədər neçə saat sənə. Durmuşam mən o növbələrdə. Mən nə bilim, işıq çekini gətir, bunu gətir, onu gətir. Yəni ki, sonra da evə poçtla konvertdə gələcək. Aynen. Yəni bizim asan xidmət real olaraq çox yaxşıdır. Onlarda bu yoxdur. Ona görə
mən şirkəti ölkədən ayırardım. Bəs ailəni strukturu necə qurulmalıdır? Orada demokratiya mı olmalıdır, diktatorluq mu Mən olmalıdır? düşünürəm hər bir insanın öz istəyi var. Sizdən hiss olunur ki, siz patriarxal ailəni sevirsiniz. Sözsüz ki. Mən isə partnyorluq ailəsini sevirəm. Niyə görə? Mən müxtəlif boşanmadan sonra müxtəlif modelləri dənəməyə çalışdım da, sözün açığı deyim də, səmimi olum. Harda ki, mən deyən olmalıdır, ya da filan. Amma mən sonunda gəldim ki, mən daxilən bir balaca sosialam, o baxımdan ki, öz daxili bir balaca bir dünya var və çox adamı ora buraxmıram. Və öz həyat yoldaşım ora daxil olan çox nadir insanlardan biridir. Və mənə onun o qədər ağıllı və müdrik olması lazımdır ki, o məni anlasın və mən ona məsləhətləşə bilim. Bu artıq partnyorluq münasibətidir. Mən öz həyat yoldaşımdan, seçdiyim partnyordan ondan valih olmalıyam, onun beyni ilə valih olmalıyam. Bu mənə çox vacibdir. Mən həmin o kişi deyiləm ki, bir dənə qəşəng qız alım, evdə otursun, uşaqlara baxsın, yemək bişirsin, özünü xoşbəxt edin. Belə kişilər də var həmin. Amma sən belə bir qadın seçəndə, mənim kimi qadın seçsən, anlamalısan ki, artıq razılaşmaq yeridir. Sən orada mən dedim belədir, keçməyəcək. Mən dedim çünki belə düşün. Bax gəl izah edəsən, coaching stilində gedəsən də oyundan. Çünki negotiation-a girməlisən, danışıqlar aparmalısan. Əks təqdirdə, yəni ki, məhv olacaqsan da, yəni ki, başlayacaqsa dava, o da mənə lazım deyil. Mənə elə bir qadın lazımdır ki, mənim beynimi sakitləşdirsin, tufanı sakitləşdirsin, onsuz tufanın içindədir. Mən də evə gəlim, ikinci tufan olsun istəmirəm. Bunun üçün ağıllı və bacarıqlı bir qadın lazımdır. Mən buna gəldim, çatdım sonda. Amma mən əminliklə bilirəm ki, bir qəşəng cavan kukla olsun evimdə. Yox, amma açığı tam da elə, yəni belə deyək də, orada tabiçinin olması üçün və patriarxın olması üçün qadın heç də necə deyim, beyinsiz olmaq məcburiyyətində deyil. Məsələn, məni də cəlb edən qadın ağıllı, uğurlu, güclü qadındır. Amma maraqlı bir paradoks var ki, bu qadınlar var ki, özü yəni heç kimdən asılı deyil, öz biznesi var, gəliri var və s. və axır intellekti var, savadı var, hər şey. Amma doğru kişini tapanda və güclü kişini tapanda gəlir ona tam təslim olur. Tam təslim olur o deməkdir ki, mən xoşbəxt qadın olmaq istəyirəm, ailəmin başında durmaq istəyirəm, uşaq sahibi olmaq istəyirəm, uşaqlara baxmaq istəyirəm, evdə həmin o sükutu təmin eləmək istəyirəm və işləmək də istəmirəm. Ömrü boyu işləmişəm, istəmirəm işləmək. Mən çox belə qadınlara rast gəlmişəm və həyatımda da elə birisi var. Və o sonra təslim olanda, patriarxat olsa belə, siz dediniz o dava-dalaş olmur. Yəni və sən bu patriarxat deyil, axı özü gəlibdir bu qərara. Yəni ki, siz onu məcbur etməmisiniz ki, bu qərara tamam, gəlsin. Yəni məcbur etmirsən, amma bir iyerarxiya var da. Yəni qərar vermədə iyerarxiya var ki, bu adamın dediyi son qərardır. Mən nə edə bilərəm? Mən onu inandıra bilərəm ki, o qərar dəyişsin, amma o dəyişməsə mən o qərara tabe olacağam. Niyə görə? Və hətta mən o qərara vermək belə istəmirəm. Çünki qərarın məsuliyyəti sizdə olacaq. Mən həmişə deyirəm, son qərar həmin o insandır ki, kim ki ondan sonra məsuliyyətini daşıyacaq. Zibili çıxacaq, qarşılayacaqsan, buyur ged elə. Yəni ki, mən də həmişə bu sualı verirəm. Belə mən çalışıram ki, xoşbəxt cütlükləri tapım və o sualı verirəm də. 15-20 il bir yerdəsiz. Nəsə razılaşmayanda nə baş verir? Son söz kimindir? Yəni ki, məsuliyyəti boynuna götürənindir. Sən istəyirsən özün üçün məsuliyyətini götürəcəksən, adada deyir, yox. Onda mən götürürəm, onda mənim kimi eləyir. Əgər problem olacaqsa, mən həll edəcəm. Məncə bir də burada patriarxı falan qoysaq qırağa, personality fərqimiz də var. O zaten bizim, yəni çox aydın görünür ki, geyim tərzimizdən, danışıq tərzimizdən çox şeydə fikirlərimiz üst-üstə düşsə də tiplərimiz fərqlidir də, belə deyək. Mən həmişə çox dağıdıcı və sürətli olmaq istəyirəm. Və əgər mən kimlənsə hesablaşmalıyamsa, məsləhətləşməliyəmsə, bu qərarların verilmə sürətini çox azaldır. Biznesdə də elədir. Yəni mən nəyə görə adi ənənəvi biznesi deyil, yüksək riskli, sürətli böyüyən startapları götürmüşəm. Çünki sürətli qərarlar verirsən, riskli qərarlar verirsən, hərdən səhv verirsən, sonra düzəldirsən və eyni dinamika məndə həm də ailədədir. Yəni falan yerə köçürük. Məsəl üçün harda yaşayaq xanım? Elə bir xanımla münasibət qurmaq mənim üçün uyğundur ki, o desin ki, sən harda, mən orada. Əgər mən hər dəfə bu gün ora uçağımı, bura uçağımı sual verəcəm, o planlaşdıracaq, yox mənim falan işim var, gedə bilmirəm, o mənim həyat tərzimlə, həyat dinamikamla üstə düşməyəcək.
Ümumi gəldiyi nəticə odur ki, ideal bir resept yoxdur. Hər kəs öz personalitisinə uyğun insan tapa bilir və öz kriteriyalarına uyğun insan tapa bilir və məncə bu məsələdə heç kimi nə qınamamalıdır, nə də mənim reseptim ideal reseptdir, amma bununla getməlidir deyə bir şey də yoxdur. Xüsusən də indiki dünyada ki, bu imkanlar açılıb, yəni qadınların azadlığı var, onların da bir seçim imkanı var ki, tamam patriarxal xoşuna gəlmirsə, demokratik və yaxud partnyor münasibətləri onlara təmin edə biləcək kişilər kifayət qədər. Siz tam haqlısınız burada, tam razıyam ki, hamı özünə uyğun, özünə oxşayan bir insan tapmalıdır yanında. Yəni oxşamaq deyəndə demirəm ki, eyni. Məsələn, ingən məsələsini yaratsın. Siz əgər daim olaraq sizə lazımdır ki, çevik bir insan olsun, yanınızda da çevik düşünən və sizin bunu qəbul edəcək bir insan olmalıdır. Əmindir. Sadəcə yeganə problem orasındadır ki, insanlar çox vaxtları heç öz həqiqi ayarları ilə yaşamır. Necə valideynlər onun beyninə salır, mən nə bilim, atası, anası boşanıbdır, tək bir ana ilə, tək bir ata ilə böyüyübdür, rol model olmayıbdır. İnsan ümumiyyətlə anlamır o kimdir və nə istəyir həyatda, münasibətdə. Mən həmin o insanların içərisində olmuşam. Mən tək ana ilə böyümüşəm. Həmişə qadınları ilahiləşdirmişəm. Azərbaycanın elə o ifrat feminist, az qal 3-cü dalğa feministləri kimi düşünürdüm. Uzun müddət ki, yəni qadın da işləməlidir, bərabər olmalıdır, bu nədir ki, işdən asılı olmamalıdır filandır. Çünki anamla görmüşəm. Amma bütün 18 il evlilik tarixində hər zaman özümü narahat hiss edirdim və anlamırdım niyə görə narahat hiss edirəm. Çünki mən beynimlə hissiyatım, duyğularım eyni gəlmirdi. Yəni ki, beyin perspektivimlə özümü öyrəşdirmişdim ki, mən feministəm. Amma daxilən düzgün, hiss edirəm ki, nəsə düzgün deyil də. Yəni ki, qadın niyə görə saat 11-də, 12-də evə gəlsin də? Yəni ki, yorğun. Amma mənim feminist beynim deyirdi ki, sən də saat 11-də, 12-də gələ bilərsən də, o sənə nə deyə bilər ki, bu perspektivdən. Amma hiss edirsən ki, axı sən narahatsan. Maraqlıdır ki, o təbiətdən bizə qoyulmuş ayarlar necə şərait dəyişəndə özünü yenə göstərir. Çünki biz eyni nəticəyə gəlmişik, amma keçmişimiz fərqlidir. Yəni mən ailədə anam da işləyib, indi də işləyir və mən məhz onun işlədiyinə görə və o ana qayğısı kifayət qədər ala bilmədiyimə görə, hətta yəni mən hisslərimin həmişə fərqində olmuşam, mənim oğlum da elədi. Yəni 11 yaşı var, amma sual versən nə hiss edirsən, niyə hiss edirsən, onu izah eləyəcək. Mən gəlirdim, deyirdim ki, anacan, mənə ana lazımdır, mənə müəllimə lazımdır. Ana müəllimədir, özü də məktəbdə də öz müəlliməm idi. Mən əsəbləşəndə anama həmişə deyirəm, xatirə müəllimə. Yəni ana rolundan çıxır artıq. Yəni mənə görə bütün uşaqların ana, ata qayğısına ehtiyacı var və ana işləyərkən o qayğını uşaqdan almış olur və o şəxsi mübarizəmin motivlərindən biri də odur ki, mən istəyirəm ki, uşaqlar sağlam və ənənəvi ailələrdə böyüsün və ana qayğısından kasıb qalmasınlar. Çünki bu gələcəkdə çox ana və ata qayğısından, sadəcə bizim verdiyimiz qayğıların tipləri fərqlidir. Bu çox katastrofik nəticələrə gətirib çıxardı. İndi bizim biraz bəxtimiz gətirib tam belə deyək də faciə yaşamamışıq, amma mən xüsusən də son 3-4 il ərzində xarici fərqli ölkələrdə oldum və fərqli insanlarla söhbət elədim, münasibətdə oldum və s. və gördüyüm yenə də bir şok mənzərə var idi ki, xüsusən də bu Slavyan ölkələrində ki, demirəm 80% boşanma var və o qalan 20% də uşaqlar belə deyək də nikahdan kənar doğulur və atalarını ümumiyyətlə tanımırlar və nəticədə atasız böyümüş oğlanlar və atasız böyümüş qadınlar var. Və bunların psixologiyasında fərqli patologiyalar yaranıb və bunlar bir-birlərinə xoşbəxt ola bilmirlər. Yəni heç biri gəlib bir araya bir ailə qura bilmirlər. Bir neçə dəfə boşanırlar və yaxud evlənmədən fərqli münasibətlər yaşayırlar. Və bu ortama Qafqazdan bir kişi gələndə nə baş verir? Bu atasız böyümüş qadınlar hansılar ki, ata diqqəti görməyib, özündən 10 yaş, 15 yaş yüksək kişiyə maraq göstərir və o ata qayğısını onda görür. Ata kompleksi var. Və bu cür kişilər, yəni mən o açıq o rolda olmuşam, əclaf olaraq bu qadınlardan istifadə edir ki, çox asan bir şikardır da. Yəni sən ona güc göstərirsən, maliyyə göstərirsən, qayğı göstərirsən və o qadın özünü sənə təslim eləyir və həmçinin sənə olan o
eşqi, səni belə Allah kimi görməsinin səbəblərindən biri də odur ki, səni özünə tanış olan kişilərlə müqayisə edir ki, bunlar hamısı çox zəifdir və bu onun fonunda çox cəlb edici görsənir. Yəni bir növ o belə deyək, qoyun fermasına canavarın girmiş vəziyyəti kimi bir vəziyyət yaranır. Və nəticədə bu cəmiyyət çürüyə-çürüyə gedir və onların belə deyək, nəsli davam elətdirəndə övladlarının da verdikləri gələcək eynidir ki, yenə də valideynsiz böyüdürlər öz uşaqlarını və bu belə zəncirvari dağla-dağla gedir. Mən bu mənzərələri fərqli yerlərdən belə yaşadığıma görə, ona görə içimdə bir hirs var ki, siz deyən kimi bizdə də hal-hazırda görünən odur ki, inkişaf dinamikası o istiqamətdədir və ya biz bunu siz deyən kimi buraxmalıyıq, təslim olmalıyıq, indi hara gedir getsin, ya da indi bir nəsə bir mübarizə aparmaq lazımdır ki, onların qurduğu cəmiyyət 10 ildən, 20 ildən sonra bizdə olmasın. Sadəcə bunu mən düşünürəm, sevgi ilə etmək lazımdır, nəinki aqressiya ilə. Çünki mən kişilərimizdə niyyətlərin yaxşı olmasına baxmayaraq, qadınlara qarşı, hətta bu feminist qadınlara qarşı bir xeyli nifrət görürəm. Mən düşünmürəm ki, nifrət yalnız nifrət yaradacaqdır. Yəni, mənə çox insanlar deyir, get verikdə o qadınları məhkəməyə, mən sənə qarşı belə də böhtan xarakter yaradıblar. Və mən təsəvvür edə bilmirəm ki, hansısa bir məhkəmə işi olsun ki, oradakı Fərhad Pərvizi hansısa bir qadına qarşı bir məhkəmə iddiası keçirəcəkdir. Mənim onlara böyük birinci empatiyam var. Mən çünki anlayıram ki, heç bir feminist qadın öz seçimi ilə ya da xoşbəxt həyatı ilə olduğuna görə gəlməyibdir bu məsələyə. Yəni ki, onu incidən bir kişi olubdur əminliklə həyatında. Və mən kişi olaraq bunu anlayıb, ona bəlkə başqa bir fərqi, başqa bir perspektiv göstərmək istəyirəm ki, əslində başqa cür kişilər də var, hansılar ki, qadınlarını incitmirlər, hansılar ki, qızlarını incitmirlər. Pərviz bəy, deməli, son... Fərhad bəy, son sual vermək istəyirəm sizə. Çox maraqlı söhbət oldu bu arada, çox sağ olun buna görə. Son sualım uşaqlar barəsində, övladlarımız barəsindədir ki, hər ikimiz, bildiyim qədər sizin 3 övladınız var, mənim də 1 övladım var. Xüsusən də bu boşandıqdan sonra övladların tərbiyəsi biraz problemli olur ki, uşaqlar iki valideyn arasında ya səyahət edirlər, ya yaşayırlar, ya da tərəf seçməlidirlər bəzən tərəf seçməmək problem yaranır və yaxud valideynlər bir-birlərinə qarşı olan hisslərindən uşaqların həyatını məhv eləyir. Bununla bağlı sizin baxışınız mənə maraqlıdır ki, boşandıqdan sonra birincisi övladlar kimlə qalmalıdır? Bu maraqlı bir sualdır mənə görə. Çünki mənim öz təcrübəmdə belə idi ki, mən ilkin istəyirdim ki, oğlum mənlə yaşasın ki, oğlanın ataya daha çox ehtiyacı var və onun istiqamət verməsinə daha çox ehtiyacı var. Sonra elə eks yoldaşımın öz qohumlarının məsləhəti sayəsində mən də qərar gəldim ki, yəni ki, düzgün addım odur ki, övladım anası ilə böyüsün, mən də ata kimi hansı dəstək eləməliyəmsə, necə tərbiyə verməliyəmsə, onu öz tərəfimdən eləyərəm. Hələ ki işləyir, amma mənə gəlir ki, yaş artandan sonra, indi 11 yaşı var, məncə 14-15 yaşından sonra daha çox öz himayəmə götürməliyəm və daha çox vaxt keçirməliyəm, nəinki əksinə. Ona görə sualım odur ki, sizcə boşanan vaxtı hal-hazırda 80-90% hallarda övladları anası ilə saxlayır məhkəmədə hakimlər. Sizcə bu doğrudurmu? Sizcə kişilərin bu qədər məhkəmədə boşanandan sonra gücsüz olması və övladını özü ilə saxlaması üçün mübarizə aparması nə qədər həmin o feminizm ideologiyasına uyğundur və yaxud qəbul olunmuş qanuna uyğundur və mənəvi olaraq sizcə harda olmalıdır uşaqlar və necə böyüməlidir? Siz indi feministlərə çox sağ ol deyəcəksiniz. BMT-nin elə bir qərarı var idi. İlkin draft versiyası, ilkin versiyasında yazılmışdı ki, hər bir uşağın anaya ehtiyacı var və bizim məhkəmələr az qala son vaxta kimi o draft versiyaya istinad verərək uşaqları ana ilə saxlayırlar və indiyənə kimi bu da baş verir. Lakin sonra feministlər deyirlər, bu nədir, niyə görə uşağın anaya ehtiyacı vardır, uşağın valideynlərə ehtiyacı var. Və bunu dəyişdirdilər və son rezolyusiyada BMT-nimizdə belə getdi ki, uşağın valideynlərə
haqqı var. Ona görə qərbdə co-parenting deyirik də, yəni ki, hər iki valideyn himayəçilik edə bilər. Yarım il orada qalır, yarım il burada qalır, bir həftə orada qalır, bir həftə burada qalır, yəni yarım həftə orada qalır. Yəni artıq valideynlərin razılaşması əsasında uşaqlar yəni bərabər şəkildə vaxt keçirə bilir həm atası ilə, həm anası ilə. Bu sırf hüquqi perspektivdən, yəni ki, Azərbaycanda baş verən bu niyə görə bu baş verir? Sırf uşaq bağlılığı perspektivində Erika Komissar var. Mən onu hamı izləməyi və onun kitablarını oxumağı məsləhət görürəm. O uşaq bağlılığı psixoloqudur, uşaq psixoloqudur. O deyir ki, prinsipcə 3-4 yaşına qədər uşağın adətən anasına ehtiyacı var. 4 yaşından 8 yaşına qədər atasına ehtiyac var. 8 yaşından sonra dostlarına ehtiyac var. Yəni ondan sonra da çox da vecinə deyil, ata-ana var, yoxdur həyatda. Yəni ki, budur, plus minus. Ona görə uşağın yaşından asılı olaraq onun kimin yanında qalmasını nəzərdən keçirir. Yəni hər bir uşaq unikaldır. Məsələn, bəlkə anası alkoqolikdir ya da atası alkoqolikdir, abuzerdir. Yəni bütün bunları nəzərə almaqla azalaraq, əgər hər iki sağlam valideyn varsa, hər ikisi də uşağını sevirsə, yəni ki, onlar razılaşmalıdırlar. Hansı etapda kim onun yanında olmalıdır. Yəni düşünürəm ki, qadınlara bir tərəfdən bu böyük bir haqsızlıqdır. Uşağı boynuna yoxursan, yəni 250 manat aliment verirsən, çıxırsan, gedirsən də özünü həyat. Amma əslində tam elə deyil, heç kim boynuna. Əslində adətən kişilər uşağı saxlamaq istəyir, düzdür. Səhv səbəbə görə, çox vaxt qisas məqsədlidir ki, mən ondan qisas alacağam. Amma mən çox görmüşəm ki, əslində atalar istəyir övladını özü ilə saxlasın. Sadəcə məhkəmə onun tərəfində deyil. Qadın da həmin o hissini soyutmaq üçün deyir ki, yox, övladım məndən əlimdən ala bilməzsən və s. və əlaxır kimi bir mübarizə gedir həmişə və sonra da uşaqları kişiyə qarşı alət kimi istifadə etməyə başlayırlar. Xüsusən də daha çox aliment almaq üçün. Görə bilməzsən və yaxud bu qədər pul verməsən belə olacaq, elə olacaq və yaxud psixoloji olaraq övladlarını valideyninə qarşı yönəldirlər. Ona görə mən hələ görməmişəm ki, kişi yəni nə olar sən götür, övladım səninlə qalsın deyə üstlərini açsın. Amma aliment orada həlledici roldur, sözsüz ki. Amma misal üçün sizin övladlarınız sizlə qalır, səhv eləmirəmsə. Mən biraz bəxtim gətirdi ki, onlar bir xeyli böyükdülər. Böyük qızım artıq 18 yaşı tamam olmuşdu o vaxtları. Kiçik qızımın 16 yaşı var idi. Oğlumun 10 yaşı vardı. Özü məni seçdi ki, mənimlə qalsın. Mən bir sual vermək istəyirəm. Öz-özünə belə alındı. Mən sual vermək istəyirəm ki, yoldaş sizə aliment verirmi? Mən dediyim kimi, mənim bir ideyam var. Yəni, bu mənim keçmiş həyat yoldaşımdır. Yəni ki, olubdur, mənə heç bir aidiyyəti yoxdur. Yeganə aidiyyəti uşaqlarımın anasıdır. Və mən bu perspektivdən öz üstlərimdə belə bir öhdəlik hiss edirəm ki, onun minimal ehtiyaclarını ödəyim ki, o başqa heç kimə möhtac qalmasın. Məsələn, möhtaclıq perspektivi. Yəni tam tərs istiqamətdə işləyir. Yəni övladlarınız sizlə qalır, həm də eks həyat yoldaşınıza yəni ev, maşın, biznes saxlamışam ki, gəliri olsun, evi olsun, maşın stabil olsun. Yəni hər nə qərar qəbul edəcəksə bundan sonra sırf istədiyinə görə, məcburiyyətdən deyil, istəyir münasibət qurar, istəməz qurmaz. Yəni ki, bunun üzərində getsin. Bir çox insanlar bu ilə razı deyil, bu ideya ilə ki, niyə görə mən bunu etməliyəm, amma məndə sonunda həmişə bu var ki, sabahlar bizə elçi gələndə, qızlarım üçün kimsə gələndə heç kim artıq söhbət edə bilməsin ki, uşaqların anası belə bir şey edibdi ya da etməyibdi. Bu çox vacib. Mən uşaqlarımı qoruyam, onu qorumuram da prinsip etibarilə ki, bu olsun. Yəni həm də karma var, yəni ki, yəni qız uşağı atası olanlar üçün məncə çox yaxşı məsləhətdir. Sizin də uşağınızın 11 yaşı var, birazdan ergənlik perioduna gedir və valideynlər üçün çox yaxşı xəbərim var. Heç biriniz lazım deyilsiniz onlara. Ergənlik periodu biz valideyn olaraq uşağın yadına qalmaq üçün ikinci şansdır. Yəni ki, onlar ergənliyə çatanda hər şey unudur, ondan öncə nə olubdur və bizdə ikinci şans yaranır ki, biz özümüzü tanıdaq və bu şansdan istifadə etməliyik. Çünki mən 23 yaşımda ata olmuşam da, sonra 25 yaşımda ata olmuşam. Çox fərqində olmayan bir cavan bir oğlandım. Mən 43-də belə görsənirəm də, siz təsəvvür edirsiniz 23-də mən necə görsənirdim də, elə bil ki, məktəbi təzə bitirmişəm də, yəni ki, bu prizmadan həm beyin perspektivindən, həm də zahirən də ümumiyyətlə. Ona görə mənim bir balaca bəxtim gətirdi ki, 35 arasında, yəni ki, məndə daxili transformasiya başladı, üzərimdə işləməyə başladım və artıq uşaqlarım ergənlik periyoduna girəndə onlar məni tamamilə başqa cür xatırlayırlar. Onlar indi əvvəlki Fərhadı heç xatırlamırlar necə olubdu onların uşaqlığında.
İndi bu cür Fərhadı görürəm, buna sevinirəm. Ona görə sizdə də var. Yəni ki, oğlunuz həmin o perioda girir ki, indənə kiminə baş veribsə o qədər də xatırlamayacaq. Bundan sonra olanı xatırlayacaqdır və mənim əlimdə bir sirli silah var əslində. Mən 2009-cu ildən bəri şəxsi həyatımı vloqa şəklində aparıram. Yəni həm biznes həyatını, həm şəxsi həyatını. Və onun o uşaqlıq vaxtlarının terabaytlarla bizim necə vaxt keçirdiyimizin videoları var. Hansı ki, onun yadında deyil. Və biz boş vaxtımızda oturub o videolara baxırıq. Biraz da mən bunu sözsüz ki, mən bir professional manipulator olduğuma görə biraz da o istiqamətdən istifadə edirəm ki, yəni heç kimin əlində elə bir imkan olmasın ki, övladımı mənə qarşı yönəltsin ki, sənin atan pis olub və yaxud baxmayıb, qayğıya qalmayıb və s. və axır kimi ki, onu video şəklində faktiki olaraq görür ki, orada necə münasibətlər olub və yəni bizim ən son vaxtlar baxdığımız videolar bir yerdə odur ki, mən işə getməyə icazə vermirdi də, yəni qoymurdu, yaxamdan yapışır ki, getməyəcəksən işə. Mən də izah edirəm, bəs getməliyəm, axı bəs mən pul qazanmalıyam və s. Bu videoların hamısı onun üçün o yaşamasa belə o video şəklində yaşayıb keçmişdə nə olduğu da yadına qalır. Və sözsüz ki, məncə mən indi qız valideyni olmamışam, bilmirəm qız atası kimi necə olacam. Amma oğlan atası kimi məncə oğlan atasının həm davranışı ilə, həm danışdıqları ilə böyüməlidir, tərbiyə olmalıdır ki, o da bir kişiyə çevrilsin və gələcəkdə hansısa xanımı himayəsinə alıb onu müdafiə edə bilsin. Ata nümunəsi çox vacibdir. Anaların incikliyi uşaqları ilə atalar arasında münasibəti kəsə bilir. Amma dedim ki, əgər heç olmayan atadan hətta pis ata daha yaxşıdır. Ən azından onu görəcək, biləcək nə etməmək lazımdır. Adətən analar qorxur ki, ona baxıb pis nümunə götürəcəkdir. Amma mən öz nümunəmdə bilirəm ki, mən baxıb pisləri qırağa qoymuşdum, yaxşıları götürmüşdüm. Çünki bilirdim ki, bax bu buna gətirib çıxarır. Ona görə mən belə olmayacağam, amma yaxşı tərəflərini də görəcəm. Ona görə oğlan uşağının xüsusilə atanı görməsi çox vacibdir. Siz bütün kriminal statistikasına baxsanız, narkomaniya statistikasına, alkoholluq statistikasına baxsanız, əksəriyyəti atasını görməyən oğlanlardır. Yəni bütün bunu törədən. Ona görə atanı mütləq inteqrasiya etmək lazımdır oğlan həyatına və qarşılıqlı incikliyi ayırmaq lazımdır. Siz boşanmısınız, ər və arvad. Ata və ana kimi boşanmamısınız. Yəni ki, hər ikiniz övladınızın yanındasınız və anaların üzərində böyük bir yük düşür. Öz inciklikləri üzərindən keçərək bunu qoruyubsa, uşaq deyir ki, papa, mama aralanıbdır, yəni ər-arvad aralanmışdır. Valideyn kimi biz sənin aralamalıyıq, hər ikimiz həyatınızdayıq. Bu çox vacibdir və çox çətindir. Bəli, mən düşünürəm ki, ortada bir boşanma varsa, mütləq ki, hər iki nəfər günahkardır, xanım və anası. Ona görə o məsuliyyət biraz da onun anasına düşür ki, nəvəsini atasına qarşı yönəltməsin. Bu zarafatla deyirəm, amma həqiqətən də uşaqları qorumaq lazımdır. Mən terapevtin yanına gedəndə o yaxşı bir nəzəriyyə demişdi ki, biz həmişə münasibətdə bir-birimizin güzgü əksiyik. Deyirsən o qədər pretenziya ona qarşı verir, deyirsən də Fərhad, gedin yazın da qarşılıqlı pretenziyalarınızı bir vərəqdə. Biz yazıb gətirəndə gördük ki, ikisi də eyni siyahıdır. Bərabərdir, yəni punkt bə punkt bərabərdir. Yəni mənim nə qədər pretenziyam var və mənim xəbərim yox idi o pretenziyalardan sözünü açıqda. Heç bilmirdim ki. Çünki o içəridə yaşanılan şeylərdir, düzgün kommunikasiya. Ona görə həmişə mən deyirəm ki, kişinin üzərində bu öhdəlik var ki, biz deyirik ki, biz lokomotivi, biz idarə edənik. Sən ya pisləri proyeksiya eləyəcəksən, güzgü əks eləyəcəksən və qadın da sən pisləri əks etdirəcək, ya da ki, sən başlayacaqsan bunu dəyişməyə, sən kişi olaraq birinci, toyuq və yumurta məsələsi. Bəli, hansı kimsə birinci başlamalı. Yaxşıları proyeksiya etməyə başlayacaqdır, o da bunun güzgü əksi olacaq. Sən qadını sevirəm sən deyəcəksən, o da səni sevirəm deyəcəkdir. Sən ona yaxşı münasibət göstərəcəksən, anlayacaqsan, o da səni anlayacaq. Mən razıyam, bu fikirlə razıyam ki, məsuliyyət bizə daha çox düşür. Məsələn, bunu unutmamalıyıq. Yəni ki, qurban modundan çıxmalıyıq. Yəni ki, bizə yaraşmır ağlamaq, bizə yaraşmır qurban modunda olmaq. Biz mamont arxası üçün qaçan igidlərik də və bunu da münasibətimizdə də etməliyik, biz həll etməliyik. Birinci biz etməliyik bunu. Təklif edirəm ki, elə bu razılaşdığımız nöqtədə yekunlaşdıraq. Çox sağ olun ki, gəldiniz. Həqiqətən böyük bir zövq aldım sizlə podkast eləməyə. Təşəkkür edirəm dəvət üçün, mən də eyni. Sağ olun.